deyir, bilməyəm. Qorxma, şol, şol, döyüş, vur, ağzına vur. O normaldır. O fikirləşir ki, elə vaxt mən Nərməni zaldan qovmuşam, əməlli başlı. Bunları yavaş-yavaş açıqlayıb deyə bilərik. Və əlbəttə ki, domino qəlyanxananın axırı cinayətdir. Vicdansızlar. Vicdanına sığıb o meşok daşımadır, öz uşaqlarını gətirib orada döyütdür. Mən inanmıram elə bir insan olur. Varsa da o adam vicdansızdır. O adam şərəfsizdir. O adam üzr istəyirəm. O uğraşlar şaqqalanmalıdır o uğraşlar. Bunlar vicdansızdır. Tanış Şəhriyar. Abdullah. Çox keçər. Cəsvət Podcast seriyasının ikinci bölümünə xoş gəlmişsiniz. Bilirsiniz ki, bizdə mövzu MMA idi. Bu səfər isə Azərbaycanda MMA-da çox önəmli işlər görmüş, həm keçmiş döyüşçü, həm də peşəkar müəllim Şəhriyar Abbasovdur. İlk sualım isə belə olacaq. Şəhriyar Abbasov kimdir? Şəhriyar Abbasov məşqçi, belə deyərəm. Özüm məşqçi görürəm. Eyni zamanda mən federasiyada belə götürəndə də, yəni vəzifələrimi soruşmaq istəyirsinizsə, federasiyada vitse-prezidentəm. Yəni IMAF-a bağlı olan dünyanın ən güclü həvəskar. Yəni bilirsiniz də IMAF indi biz orada mən həmişə danışıram. Təəssüflər olsun ki, biz Azərbaycanda çox gecikmişik, 10 illik gecikmişik. Dünyanın ən həvəskar, ən güclü və ən ciddi bir təşkilatıdır. Yəni UFC-nə biləsiniz loqotipi, UFC o təşkilatı dəstəkləyir. Yeganə təşkilatı UFC-nin orada loqotipləri var. Belə başa düşdüm ki, siz həvəskar IMF təşkilatından danışırsınız. Bizim gecikməyimizin sizcə əsas səbəbi nədir və siz indi hansı addımları atırsınız ki, biz belə deyək ki, o 10 illik şeyi daha qısa müddətdə bərpa eləyək? Biz gecikməyimiz odur ki, biz deməli federasiyanın burada işlər olunan, federasiya işlərinin görünməlidir. Yəni federasiya yerli yarışlar eləyirik. Yəni ki, bu ildə 6 turnir eləmişik. İlin yekununda 10 dənə turnirimiz olur, 11 dənə turnir eləməliyik. İndi bizim idmançılar 18 yaşlı kimi olan idmançılar Əbu Dabiyə çempionat mirə gedirlər. Ondan sonra onlar gələndən sonra dərhal bizim noyabrda deməli 18-21 və böyüklər arasında dünya çempionatı Gürcüstanda ora gedəcəklər. Bilirsən, əsas məsələ odur ki, yerli çempionat keçirilməlidir daxili. Biz o çempionatdan ona görə keçiririk. Ona görə keçiririk ki, o daxili çempionat. Çünki uşaqda nə var? Ən böyük problem nədir? Problem bunu belə deyim də, mən həmişə deyirəm ki, aşüzən bilirsən də nədir? Aşüzən. Yəni ki, hamıda Azərbaycanda hamı başa düşür. Evdə aşüzən. MMA-yı aşüzən format. Tüm o dərmədə işi. Lansız adamla yarışlar keçir. Özü nə edir? Yəni görürsünüz. Hamının boğazından medal alır. Siz fikirləşin, mən adamlara sual verirəm ki, deməli, sual verirəm, deyir ki, mənim falan yerə getdik, 10 dənə idmançı getdik falan yarışa. Orada yaxşıdır ki, görüb bunlar psixologiya bax. Orada yaxşıdır ki, 22 nəfər getdi, 3 nəfər getdi, amma 10-11 nəfər hamısına medal verirlər. Uşaqlar diplom, uşaqlar həvəslənir. Belə idman var. Və o vəziyyətdə sən sabah o uşağın qabağına dayana bilərsən. Sən sabah ona nə tələb eləyə bilərsən? Məşqçi ona nə tələb eləyə bilər? Yaxşı, o uşaq hara gedir? O uşaq da o bilmir. O reallıqda elə başa düşür ki, o həqiqətən də yəni o çempiondur, ona verirlər o medal. Amma bir də var ki, daha mərhələlər keçməlidir. Məsəl üçün deyək ki, bizim olimpiyat birliklər ölkələrində də keçirilir. Boks olsun, judosu olsun, sərbəst güləş olsun. Rəqabətdən sən doğmalısan və oradan insanlar dünya çempionatına layiq olan insanlar getməli. Kimlər bunun işin içindədir? Eyni zamanda biz bilməyərəkdən potensiallı uşaqlar da onların içində batıb gedir. Onlar da orada batır, onlar üzə çıxmırlar. Onlar üzə çıxmır. O nə üçün? Lazımsız, mənasız yarışlar keçirilməsidir. Mən yarışların tərəfdarıyam. Yarışlar çox yox. Amma normal yarışlarda olmalıdır ki, uşaqlar normal bir səviyyədə vuruşsunlar. İndi fikirləşin, biz IMAF məqam gör nə deyirlər. Deyirlər ki, IMAF-ın uşaqları güclüdürlər. Hayır, burada bu nə deməkdir? Yerli şeydir ki, deməli, mənim birinci turnirlə elədiyim indi altın turnin arasında yerlə göy qədər fərq var. Mən 18-21-lərə axın hər ay elə bilmək edirəm. Bir ay məsələn balacaları orada az yaşlarına 8, 9, 10 yaşlarından və gəlir 15 yaşlarına kimi bir ay, o bir sayda onlar dincəlirlər. Eləyirik 16, 18-lər, 18-21 və böyükləri onları bir yerə salmışam. Siz fikirləşin ki, o yarışla bu yarışın arasında mən yerlə görürəm. Mən neçə vaxt Azərbaycanda elə döyüşləyim. Bəlkə siz o 18-lərin və böyüklərin arasında gəlib o yarışa baxsınız, siz deyirsiniz, necə döyüşlər getdi. Amma mən dedim ki, bizim gördüyümüz işin effekti var. Çox emosiya var. Mən o yerimdən durdum. Sonra məsələn hakimlərin səviyyəti qalxmalıdır. Məsələn orada idmançılar belə də avladıcı hərəkətlər onu hakim tutmalıdır. Bizim hakimlərin səviyyəsi də qalxmalıdır. Yəni bax onu mən görürəm. Biz bunu saxlaya bilsək,
Bunu bir yerə apara bilsəz, 3-4 il Azərbaycanda yaxşı idmançılar biz görəcəyik. Düşünürsüz ki, bu səviyyənin qalxmağı uşaqların özünü göstərməkdə daha az olmağıdır, yoxsa sadəcə olaraq? Xeyr, xeyr. Xeyr. Düzgün plaşatka vermək lazım. Bax elə belə bir şey deyim də. Düzgün plaşatka olmasa, məsəl üçün deyək ki, belə deyək, Adnarazov yarışda elə, məsələn, bir əməklərim çıxdı, getdi, bitdi. Elədir, turnir Bax, kimi. bütöv turnir oldu, heç kimin yadına düşmür, çıxdı, getdi. Bir də var ki, bu federasiyanın işi ona silsiləli yarışlar olmalı. Mərhələ yarışlar. Məsəl üçün, siz baxsınız, Azərbaycan judosu nəyə görə yaxşı nailiyyət verir? Aslında onlar, deməli, master klasslar, master turnirlər keçirirlər, burada Grand Prix'lər keçirirlər, burada interesting yarışlar keçirirlər, oraya pul məbləği qoyulur. Bizim uşaqlar da, mənim uşaqlarım da judoya gedir, qardaşım uşaqları judoya gedir. Buradan da təzə Mehdi Abbasov Avropa kubokunun sahibi olub. Onu təbrik edirəm, çempion olub, altı görüşü. Yəni, deməyim odur ki, onları uşaqlara yalandan məsəl üçün məsələ nədir də? Bunlar nə edirlər? Mən bu işə indi burada bilirsən necə biabırçılıqlar var. Görün ki, bax idmançı gəlir, nə tibbi arayışı var. Məsəl üçün gör necə, məsələn siz yarış keçirsiniz. Mən deyirəm ki, qardaş mənim uşağım falan kəsdi, onu ora yaz. Adlarla yazırlar. Məsəl üçün onu kim hansı qrupa istəyir atırlar. Məsəl üçün bir də görürsüz bilirsən 15 yaşında uşaqla 18 yaşında uşaq vuruşur. 13 yaşlı uşaqla 16-17 yaşlı uşaq var. Bunu da bilməz axı. O nə edir? Biz elə bir körpəlikdən onların kökünü kəsirik. İt yiyəsini tanımır da. Belə at izi it izinə qarşı. Mən indi buraya gələn siz fikirləşin. Birinci turnirlərdə neçə kilo? Adam gəlib neçə kilo artıq? 6 kilo yarışa gəlib, indi həvəskar yarışa o qədər adam alıb, uşaq da bu qədər olur. Bunlar belə öyrəşdirir, bizdə belə olur. Müəllim, siz bilmirsiniz. Biz belə işləyirik. Əsas odur ki, yarışa uşaq gəlsin, nə eləsin, nə belə. Deyirəm, belə şeylər yoxdur. Biz fikirləşin, onların biz qavaşını aldıq. Yəni, hamı çəkiyə düz gəlməlidir, hamısı formada olmalıdır, hamısı tip arayışı olmalıdır. Mənim məşqçi başında deyirəm, bədbəx ol, bədbəx. Bu, məndən qabaq sənə lazımdır tip arayışı. Allah eləmədi, bu uşağın başına bir iş gəlsə, buna cavab vermək lazımdır. Nə qədər məndə məsuliyyətliyəm, o qədər siz məsuliyyətlisiniz, siz başa düşün bunu. Yəni, bunları indi formalaşdırırıq. Məşqçilər gəlirlər, özdən apara bilməmə, biabırçılıq da, prosto adam baxır, adam utanır. İndi onları düzələyib. Siz indi bir dəfə inşallah bir yarışa mən Allah sentyabrın başda eləyəndə gəlib bir dənə yarışın necə sakit gəlir bilirəm ki, bir olimpisk vitlərdən hansı demirəm indi hansı səviyyədə görəcəksən ki, hər şey hakimlər öz qaydasında, insanlar öz qaydasında. Özüm də şəxsən nəzarət edirəm ki, heç kimi sıxa bilməz. Yəni orada kimisə sıxsınlar, eləsinlər. İndi həmişə rabl döyüşlərdə fikir ayrılığı ola bilər. Hakim kimə istəyir başlayalım, hakim kimə istəyir verə bilər. Amma orada kimisə bir baş çıxmaq bu qəti yol verilməli. Yəni bunun bir yarış keçirmə mədəniyyəti yoxdur. Bu biabırçı hal. İndi mən də bax siz yaxşı bir sual verdiniz ki, siz kimsiniz? Mən məşqçiyəm. Prinsipi mənim, siz fikirləşin, mənim işim deyil, onunla eləməli deyiləm. İndi mən ondan sonra məcbur qalıb federasiyada sağolub mənim üçün vitse-prezident oldum. Bax, bilirsiniz bu federasiya rəhbərliyinə başa iştirak eləmək istəmirəm açıq. Çünki o əlavə bir işdir. Onunla mən məşqçiyəm. Mənim komandam var, komanda yetişdirirəm, o işlə məşğulam. İstəyərəm ki, o işlərdən insanlar mənə görürəm ki, baxıram ki, bununla mən məşğul olmasam, deyirəm də it at izinə qarışıb, bilirsən, it yiyəsini tanımır. Ona görə də bizim uşaqlarda aparıb mişok kimi döydürürlər. Uşaq da yetişmir, baxırsan, idmanla anlaşıb. İndi bizim də başımıza görə nələr gəlir. Siz bir dənə Azərbaycanda olan karda baxın. Bir dənəsi Azərbaycandan da öyle, söhbət ondan getmir, Azərbaycan uşaqlarıdır. Mənim uşaqlar orada fikirmə istəyir, kimsə indisi də cəhənnəmə geçsin, incisin, 5 gün ondan qabaq. Amma məntiqən Azərbaycanlılardır, amma Azərbaycandan çıxan uşaqlar deyil. Məktəbi görməyib. Bu məktəbdən çıxmayıblar. Başa düşürsən, yəni Azərbaycan nə olub, ölmüşük. Yəni bizim uşaqlar Nəriman kimi, Tofiq kimi, indi Vüqar kimi, Ramin Sultanov yəni. Bunların özü, bax o vaxtlar mənim özümə ayma, mən deyirəm ki, qardaş, bir də görsən, mən çıxışlarımı deyirəm ki, gəlin aymatda iştirak edin. Mən deyirəm ki, yəni onlar elə başa düşürlər ki, bəlkə də kimsə ki, mən deyirəm ki, sabah mənə deməyin ki, Şəhriyar müəllim öz komandasını apardı. Çünki mən yetişdirəcəm orada. Çünki mənim az müddətdə 2 Avropa çempionu, dünya mükafatçıları uşaqlarımız var. 3-4 nəfər başlayırlar, nailiyyət verirlər. Və mən deyirəm ki, mən verəcəm, siz ona narahat olun. Mən bir neçə edəcəm, mən bunları verəcəm. Amma siz də iştirak edin. Sabah deməyin ki, Şəhriyar müəllim orada bizi buraxmadı, öz uşaqlarını. Çünki əvvəl bizim uşaqları buraxmadı. Lap əvvəl mənim komandamı ora buraxmırlar. O təşkilatla mən çox vaxt işləmək istəmişəm, ciddidə. Amma bizim uşaqlar, məsələn, mənim Elnar günün vaxtı olsun, qoymalılar, bizi ora buraxmır. Əslində o uşaqlar orada vuruşsaydı var, bizim uşaqlar indi UFC-də. O nəsli qırdılar.
Bu buraxılmama səbəbi. Buraxılmama səbəbi elə bir ki, götürürlər, elə bir hər kəs özünə çəkir, özünə elə bir ki, bax söhbət odur ki, o bu günlərim hərə götürüb mən məsələn federasiya rəhbəriyəm, biri də ora işçi də qoyub, bilsən işi də bilməyən adam, orada ora dartır, bu burada bura dartır, onun yanına getmə, bununla eləmə. Qardaş mən izah edirəm ki, bax mən özüm indi federasiyadayım, qardaş, federasiya mənim atamın deyil. Bu mənim dədə-babamın deyil. Bu federasiya bağlıdır, Miravoy təşkilatı var, sən də burada. Bu ictimai birlikdir. Sən burada çalışmalısan ki, plaşatka yaratmalısan, Azərbaycan idmançılar orada iştirak edir. Və Azərbaycan idmançılar orada iştirak eləməsə, bu biabırçılıqdır. Sən necə gedəcəksən dünya kimi? Bax, bu gün heç nə demirəm. Vaxt var idi, mən döyüşəndə biz Qazaxıstanı hiss eləmirdik. Qazaxıstan, Özbəkistan açıq hiss eləmirdik. Bütün yarışlarda mən gedim, bura prosto olaraq ki, hiss eləmirdik. Baxmışlar. Köçür yola biz rahat hiss edirdik. Yəni, mesela biz onlar düşən dedik, все, svobodum. İndi bizi Stenka qoysalar var. Allah bizi bilsən nə edirlər? Şumlayarlar bizi, üstümüzdən keçərlər. Yəni bizi o vəziyyətə gətirib çıxardılar. Və indi bilməm, yəqin sualıdır. Yəni biabırçı vəziyyətdə indi bizim də uşaqlara, o zəif burada uşaqlar da vuruşdururlar, allarla medalda toxunurlar bana və yalan dünya çempionu. Getsin o görüm dünya çempionu. Bax 2012-ci ildən fəaliyyət göstər, ofitsial fəaliyyət göstər aymaq. Azərbaycan dünya çempionu yox. Nə böyüklərdən yoxdur, nə gənclər. Bir dənə bizdə qız verildi. Qızlarda da o qədər rəqabət yox. Qız verildi, qalanlarından yoxdur. Fikirləşin, görün, buzros nə gənclərdən, nə böyüklərdən yoxdur. Bu ciddi məsələdir. Ya bu sual verən yoxdur, qardaş, niyə yoxdur? Özü oğul istəyirəm ki, orada iştirak edə. Yoxsa gedib ki, MMA-dan 15 qat dünya çempiyonu, MMA-dan nə bilim, boks beşləri. Bu şeyləri biz nə qədər bunları qurtarmazsa o biabırçılığı. Və insanlar bir günlər var. Qardaş, yazın sosial şəbəkədə, yazın məsələn, aymaq nə olan şeydir? Baxacaqsan gözün ciddi, ölkələrin sayına baxacaqsan ki, əsas nədir? O federasiyaların gücü bilsən də ölkə hansı ölkədə qeydiyyatdan keçir, hansı ölkədə orada iştirak edir. Onun gücü odur, maştabı odur. Sən ona baxanda görürsən ki, məsələn, o birisi ölkədə bir giz-giz şeylərdən gelirlər, MMA-lar var da. 6 ölkə, 12 ölkə, giz-giz özləri deyirlər ki, indi adamlar var ki, o bizdə də iştirak edib, orada da iştirak edir, mənim səviyyə ölkəsi deyil. Yəni o bax belə aralarında vəbşə danışılası deyil. Yəni danışmaq olmaz o. Yəni aymafla o onları qoymaq olmaz. İndi bizi nə? Bilirsən məsələn, bax bu gün Azərbaycanda UFC keçirir. Çox sağ olun ki, siz çəkirsiniz. Azərbaycanda UFC keçirir, yəni sağ olun ölkə tərəfindən keçirilir. Bax bunlar super. O bizi sevindirir. Amma biz kökünə də baxmalıyıq. Bizə də maraqlı olan mövzu. Biz bunun kökünə baxmalıyıq qardaşlar. İndi mən deyirəm ki, gəlin Azərbaycan çempionatı, bax axırıncı mərhələ indi Azərbaycan çempionatında yəni burada iştirak edin ki, yəni şanslarını yaransın. Siz sabahlan bizim uşaqlar gedəndə, onların professionala qoşulanda, həmən uşaqların 50-60 dənə döyüşü var, sənin heç döyüşün yox, sən gəlsən professional bir dənə döyüşün var. Ola bizim nə budur, maştabını yer keçirlər. Mən onunla həmişə məsələ çəkirəm, 35 neçə döyüşü var, Çopurov mən məsələ çəkirəm. Baxın, o da oradan gəlib, o da aymaqdan gəlib. Başa düşürsən? İndi keçən dəfə mən onunla danışım, yaxşı bir şey dedim, mənim onlar qanmırlar da ona görə. Mən də baxıram ki, həqiqətən də təsadüf adamlar çoxdur bu işin içində. Yəni MMA-ya aidiyyəti olmayan adamlar çoxdur bu işin içində, çox. Ona görə problem. Siz indi federasiyaya girmisiniz. Düşünürsünüzmü ki, həqiqətən də məlumatları yox imiş, yoxsa düşünürsünüz ki, burada başqa bir maraq var? Yox, dağıdıblar. Bunu bilirsən nədir? Lazımsız adamla belə deyim də, bunu götürüb darmadağın ediblər. Öz tərəfi. Məsəl üçün, mən gəlmişəm federasiyaya, məsələn, öz şeyimi qoymuşam. Sonra ikincide Azərbaycanda 2 dənə başqa federasiya da var. O federasiyada, məsəl üçün, o başqa federasiya var. Burada var, məsəl üçün, Qamma'ya aid olan Pankration MMA Grappling. Bu ayrım, bu bir dəfəlik bunu ayırmalılar əslində bunu. Yəni ki, bu aymafı götürüb, aymafı məsəl üçün, əvvəl bunun indi akreditasiyasını bunu götürüblər. Bu akreditasiyası bunu olmalıdır ki, yəni güclüsən federasiyanın akreditasiyası bundan keçməlidir ki, uşaqlar, yəni burada sabahlan o birisi idman növündən həmən hansıları geridə elə 10 dənə dünya çempionu gətirir. 15 dənə, məsələn 30 adam geridə 40 dənə medal gətirir. Amma oğul istəyirəm buradan getsin, 1 medal, 2 medal gətirsin. Bunu dünya çempionatından medal gətirir. Buna oğul istəyirəm. Buna işləmək lazımdır, can qoymaq lazımdır. Həm idmançı da, idmançılar elə bilir ki, bu, mən deyim ki, bu dəqiqə mən burada, mən kimsə mənə edib, qeyri-olimpiya idman növlərinin içində, bax, görün hara kimi, aymafda olan rəqabət heç kimdə yox. Mən olimpiya sivitləri də izləyirəm də, iştirak edirəm də. Aymafda olan rəqabət qeyri-olimpiya idman növlərinin heç birisində yoxdur, bunu biləsiniz. Və istəyirsinizsə statistikaya girin baxın. Yəni, hətta sambo belə, yəni qeyri-olimpiya idman növlərinə belə qabaqlarda, samboda o rəqabət yox. O aymafda elə ciddi rəqabət var. Bu il dünya çempionu gələn saxlaya bilmir. Bax, necə görürük, olimpiya çempionu dedik ki, nə oldu, bu uduzdu dünya. Elə deyil, o birişlər də uduzdular. Çünki rəqabət o qədər güclüdür, o qədər ölkələr orada iştirak edir. Ona görə onu saxlamaq mümkün deyil.
Bax, daimi olaraq dəyişir. IMAP bu. Biz də onu nə etmişik? Azərbaycanda məsəl üçün də təəssüflər olsun ki, məsəl üçün mən özü nə istəyirəm? Bax, mən buradan bax sizin efirdən müraciət. Mən nə istəyirəm? Bax, mənə iş etsinlər. 2 dənə yarış istəyirəm, mənə boks yarışına. Və mənə desinlər ki, 4 ildə mənə vaxt versinlər. 2 dənə yarışa, beynəlxalq yarışa. Avropa və dünya çempionatında mənə finans ayırsınlar. Öz çox adam istəmirəm. Hərəsinə 10 dənə mənə adam ayırsınlar ki, 10 dənə Avropaya getsin, 10 dənə mirə getsin. 10 dənə idmançı, 2 dənə məşqçi. Mənə icazə versinlər ki, yəni bunu finanser bir çevirsin. Və mənə desinlər ki, 4 il, yəni sikl. 4 ildən sonra mənə desinlər ki, uşaqlar, bax 4 il işləmirsən, hanı sən adam var? Mən əgər nailiyyətlər verməsə, biz onu o səviyyəyə gətirib çıxartdırmasa və biz Azərbaycanda tanınmasa, o uşaqların gələcəyini siz görməsəniz, mən başa idmanı məsələn bağlayıram, başa deyirəm ki, qardaş, mən idmanda deyiləm, gedirəm özümə başqa bir, bəlkə siyasətdə də qoşuluram. Nə bilim, gedəm nə olsa modda. Gedib istiqamətimi dəyişərəm, bir dənə başqa bir sahəyə qoşuluram. Bu rəsmi dünya çempionatlarında bu qammada var da, yəqin ki. Var, var elə. Amma biz qammada nəticə verməyi bacarırıq. Amma IMF-ə gedənlər qayıdır. Bunu açıq deyib, bu qardaş IMF, yəni kolossalində bu sənə bu ölçülən şeydir. Yəni ora gələn maştabla, ora gələn deyil, bu ölçülən deyil. Bu adamlar gedirlər içində işte o fərqlidir, tamamilə dağla, yerlə göqədə fərq. Yerlə biz bunu da bunu mən niyə yaparam? Yəni bunu insanlarımız bilsin. Bunu idman, sağ olsun idman nazirliyində yavaş-yavaş onlar da məlumatlanırlar. Yəni bunu demir. Yəni əgər biz bu işəsə mən bu işlə məşğul olaram, qardaş bunun güclüsü ilə məşğul olmalıyıq. Ən yaxşısını niyə görə biz belə də kimdən əksik, biz kimdən söyük, qardaş Allah aşkına ölkənin iqtisadiyyatında inkişaf eləyir. Qarabağ məsələ, torpaq məsələmiz var. Onun əvvəl deyirlər ki, danışanda bizim gönlümüzdə soğuda gəlin Qarabağı həll edin. Qardaş onu da həll olundu. Yəni bir qabağımızı bağlayan bilirsən, bir də bilirsən nə, mənə elə gəlir ki, bizdə mən şəxsən o adamlara bir natamamlıq kompleksi var insanlarımızda. Biz ondan cəmiyyət olaraq çıxmalıyıq ondan. Biz özümüzü qiymətləndirə bilmirik. Biz özümüzü biraz şey görürük. Mən ona baxıram ki, cəmiyyətdə var, natamamlıq kompleksi var. Biz niyə görə qardaş əzizim, sən də o adam başa düşməlidir ki, niyə görə bir ciddi təşkilatda iştirak edəmir? Məsəl üçün var da güləş var və güləşin cəngisi var. Qoy Azərbaycandakı cəngi ilə məşğul, cəngidə yer tutmaq asandır. Məsəl üçün, güləş judo var da judoya bənzəyən qazaq güləşlər var, kimono. Geçsin Azərbaycanlar gedir orada yer tutur. Geçsin orada üçün Olimpiski niyə bilir? Orada mən bildiyimə görə keçən illərim 8 milyon səhv eləmirəmsə Federasiya Judo Federasiyası super işləyir. Halal Judo Federasiyası. Mən deyirəm ki, Azərbaycan yeganə, biz bütün federasiya ona baxmalıyıq. Judo Federasiyası halal. Yəni məsələ finansaldır da. Əlbəttə ki, o da var. İndi elə adam var ki, finansı da işlətmirlər. O da amma işlətmək də. Bunlar çox bəli finans olmalıdır ki, hərəkət. Bizim özümüz mən demirəm, mənə bir dənə heç nə yox. Dünya və Avropa çempionatına idmançılarımızın getməyinə problem. Bilirsən, mən də bunu sevən adam deyiləm. Xəssiyyət olaraq da bu xahiş minnəti sevən insan deyiləm. Çünki niyə görə əziyyət çəkir idmançı zəhləm gedir. Mənə xoşum gəlmir. Bu xahişdən minnətdən sevmirəm də bunu. Bilirsən, o Afrikada da bir deyirsən, mən qabağına çıxır, bir ayaqqabı verir. Nitoka belə baş əymə, yazıqlar acıman yerində. Bu yığışdırmaq lazımdır da bu şeyləri. Yəni biz bu ölkədə yaşayırıqsa, yəni bunu qardaş sən məni eləmirsən. Mənə qoyaq qara. Hesab et ki, mən yoxam da ölüb gedəcəm. Bu Azərbaycan gəncləri üçün bu lazımdır ki, bu populyar idmandır. Bu ardıcıllıq olaraq gəlməli. Samalan federasiya nə deməkdir? Federasiya işləyəndə məsələn bu gün yeni getməli, sabah gəncdir. 2 ildən sonra böyüklərə gedir. Bu birisi gəl. Bu belə daimi olaraq işləyir. Sən heç vaxt onun yeri boşalmır. Amma biz fərdiyə çəkilsək, məsəl üçün məndən asılıdır. Klubda mən işlədirəm. Deta Fight Klub, Qəbələ, tam Abbasov Top Team olsun, Bakoyem Marka. Deyək ki, mənə aiddir. Mən sabahlan mən dayandım, onlara dayanacaq. Mən dayandım, onların da funksiyası başladı zəifləməyə. Amma federasiya elədir ki, sən daimi yeni yetmə gedir, gənc gəlir, gənc gedir var. Bunların daimi olaraq yeri. Bu gedir, məcburdur. Bu 2 ildən sonra 15 yaş gedir gənclərin yeri. Gənclər getdi Vuzrosda. Bunu mən fikirləşməmişdim. Bu Olimpiski bitlərdə var. Onu mən özümdən çıxartdım. Bu sistem var. Bu sistemi işə salmaq lazım. Bunu da ki, gedirsən görürsən kimlərsə nə maraqlarına görə eləyirlər. Mən bilmirəm orada. İndi onlar mənə elə gəlir ki, bir dəfə də korrupsiya onları yoxlamalıdır. Korrupsiya dairəsində bir dəfə mənə elə gəlir ki, onları yoxlamalı. Bu nə biabırçılıqdır. Yəni bizi burada bir insanın vicdan da yaxşı şeydir. İnsanın bir vicdanı olar. Yəni bu milləti niyə belə aşağı biz salmalıyıq? Mən şəxsən orada götürürlər Azərbaycanlı uşaqların götürək keçən dəfə Özbəkistan 8 nəfər aparıldı. Ya da 10 sayı deyir. Orada adam danışır ki, deyir ki, qoymadığı bayrağı şey. Dedi ki, utanmırsınız bayrağı, yığışdırın bayrağı. Azərbaycan bayrağını çıxartın. Gör nə vəziyyətə gəlib ki, tamaşaçı adam qoymayıb ona da çıxartmağa. Utanmırsınız, bu nə komandadır? Nə edirlər bu əzlaflar? Götürürlər məsələn uşaqları satırlar. Elə bil ki, bunun özü cinayət.
uşaqları götürüb, nəinki onun üstündə o menecer kimi pul tutma, bu götürür elə bir ki, meşok daşıyır. Deyir ki, məsələn, sən deyirsən oradan, məsələn, Məhəmməd deyir ki, oradan bir dənə mənə 3-4 dənə meşok gətir, onu nə edirlər olar? Onlar ona görə $500 hər üçün. Bu insan alveri sayılır, bu. Sən bu adamı aparırsan, ikincisi bu dövlətin bayrağını da onun altına çıxarır. Alçaq gedə, belə şey adam eləyər. Bunlar haqqında, bunları da, indi bunların arxasında kim durur, bunlar kim təşviş eləyib. Mən bir dənə uşaq gəlib bizə, günlərim, onu brevə bir uşaqla onu döyüşə qoyub, bu uşaq çox zəifdir. Mən deyirəm, mənə deyir ki, deyirəm, yox, valla, oradan falan verilir, deyirəm, bala, olmaz, mən sənin arxanda gedir, mən sənə məsləhət görürüm. Bax, onu meşok kimi aparmaq istəyirlər ora. Başa düşdüm. Onu o meşok kimi ora aparmaq istəyirlər, onu yazıblar ora. O kimsə bir dənə əl adını Azərbaycanlı, mən bilmirəm, o mənə dedi, o yazıb onu ora. Bilirsən, sən bu adam zəifdir də, yəni sən bu adam, onu meşok kimi qoyurlar ki, ora onu utsunlar. Özü indi, mən ona demişəm ki, yəni, Azərbaycan bayrağından istifadə etmək lazım deyil. Yəni, xahiş edirəm, buradan deyirəm ki, Azərbaycan uşaqlarını aparıb elə döydürtürmək, bayraq altında döydürtürmək, elə kimsə öz adımızdan eləyin, gedin başqa yerdən eləyin. Yəni, bunun özünü də aradan qaldırmaqla, bu biabırçılıq, indi gəlirik biz, o Lübitelin çalışıb məsələləri həll eləyək, yəni sağ olsunlar, indi biz bir dənə Avropaya getdik, bir dənə fabrika elədik, nazirlik minnətdaram göndərdi. İndi qabaqda dünya çempionatı var, indi gənclərlə böyüklərə versələr, noyabrda inşallah onlara eləsə ki, yəni bu da tək mənim gücüm onu dartmaz ki, mən onu verəm, bir adam eləyərsən, iki adam eləyərsən. Amma sən 15-20 nəfər hər ildə 2 dənə yarışlara getməyirsən, bu ciddidir, o da onların rəsolu mənə eləyir ki, dövlət səviyyəsində qarşılanmalıdır. Düşünürəm ki, məncə federasiyada dediyiniz kimi boşluqlar olub. Çünki dövlətimiz idmana maraq göstərməsəydi, UFC bir çox ölkələr çox istəsə də bizim ölkədə keçirilməzdi. Ancaq maraqlı sual olur ki, bayaq dediyiniz Özbəkistana komandamız getdi, bu qayıtdı. Bu arada o komandaya baxmışdım. Baxmısan? Mən baxmamışam. Çıxanda sevinirdik ki, kimsə ikinci raunda çıxır da. Təbii ki, mən baxmamışam. Mənə onu danışdılar. Orada olan adam dedi, utandım mən. Orada sonra bir dənə də yoldaş var, bir dənə o normal uşaq aparıb, o udub deyəsən. Hə, bir nəfər. Bir nəfər udub. O da Ruslan Əfəndiyevin zalından olub, onu Can Polad aparıb. Kral adında bir oğlan. Can Polad aparıb, Ruslan Əfəndiyev. Belə uşaqlar getməli. Adam söz yox, adam mən gedərəm, qardaş, mənə adam udar da bilər. Adam bir iki adamı bir göstərdiyi performanslar. Sən gedərsən, bir şeylər eləyəsən, yəni bu ayıbdır axı. Yəni bizim özümüzə ayıbdır. Biz də bu işin içindəyik. Belə şeylər olmaz axı. İndi bunu maraqlanmadan bunlar kimlər bunlara dəstək verir? Bunları kimlər göndərir? O adamlar burada yerli yarışlar eləyirlər, o uşaqlara rekordlar verirlər. Bunları kim bunlara dəstək verir? Bunlar kimə bağlı adamlardır? Özdə mən bildiyim orada mən nə gəldim federasiya gördüm ki, federasiyada mən baxdım gördüm ki, nə qədər şey adam, onlar hamısını biz kənarlaşdırdıq elə adamlar. Hamısını kənarlaşdırdıq. O nə qədər deyir at oğurlar, it oğurlar. Hamısını mən oradan qovdum. Yəni sözün yaxşı mən də uzaqlaşdırdım. Yəni bu adama buranın yeri deyil, bu ayıbdır, belə şeylər olmaz. Bilirsən, yəni bunların hamısı təmizlənməlidir. O birisi tərəf də yəni mən indi ad açıqlamam, o da təmizlənməlidir. Belə şeylər olmaz qardaş, sən bu özünün bax ayıbdır axı bu. Buraxmısınız bu uşaqları. Yəni bu adiyyatı olmayan adamlar hərə bir dənə orada keçirir, orada uşaqlara baxır, gic rekordlar. Amma normal yarış, indi mən professional yarış eləmək istəyirik. Biz elan eləmişik, yox, uşaq yox, yalandan məhv ediblər. Mən baxıram ki, elə uşaqlar var ki, mən onları qoymaqla da utanırım. Yəni, onlar uyğun deyil, onlar döyüşə çıxarsa halları yoxdur. Yəni, onları qoymaq özü bir təhlükə. İndi mən görün əvvəliyyətə gəlir ki, mən fikirləşirəm ki, bizim mənə idmançı biz qıraqdan uşaq gətirir. O qıraqdan bizə finans əlavə edir. Çünki onu biz gəliş verməliyik, qalışım verməliyik, qanararım verməliyik. O adamlar bizi şeyə salırlar. Yəni bundan da yenə biz yerli belə deyək ki, həmən təşkilatlar əziyyət çəkməyə başlayır. İndi niyə produkt yoxdur? Bax indi mən fikirləşirəm ki, biz IMAF-ın yerli burada Azərbaycan MMA Federasiyası olaraq keçdiyimiz yarışların indi effekt vermir. Məsələn, bayaqlam uşaqlar çıxırdı, indi bir ikisini görürsən. Onların 18-19 yaşları var, onlar gəldi 3 ildən 4 ildən sonra. Mən onlara demişəm, mən hər kəsə də məsləhət görürəm ki, siz bir klubda vzroslo vuruşun, Avropa'da. Ondan sonra professional həyata baxın. Və ona kimi də təcrübəniz olur, yaşınız uyğun olur. Yəni bizə vaxt lazımdır. Yoxdur da biabırçı verir. Burada vacib suallardan biri də oldu, yaxşı xatırlatdı. Bu gənclərin döyüşlərinin hamısını izləmişəm mən. Orada sadəcə olaraq məsələn vaxtı gəlir, dövlət borcunu yerinə yetirmək üçün əsgərliyə. O da problem. Bizim bir dənə yaxşı uşaq var da. Cəfər Sadiq Mirzə. Mən hamısını izləyirəm, həvəskarları da, peşəkarları da. Elədir. Sadəcə olaraq o sizcə
bərpa olunmayacaq bir şeydir. Yəni artıq Bax, indi mən normal qaynada olsam, adam balası kimi də. Hı. Adam balası kimi, buradan deyirəm. Adam, insan oğlu, insan kimi. Gedəsən, misal üçün də, indi bunlar hamısı bir-birinə deyim, aşırıcan Zəncir. deşikdir. Hə. Normal qayda nədə olmalı, qardaş? Məsələn, qeyri-olimpik idman növləri var da. Məsələn, kickboks olsun, sambo olsun, məsələn. Ya da uşaq gedir Avropa mirdə yer verir, uşaq hər şeydən saxlayırlar, institut düzəldirlər. Bunu normal qayda, bu populyar idman, yəni deyirəm, bu uşaqlar mənim dədəmin, mənim balam, əmim oğlu, qardaşım oldu öyle, qardaş. Bu millətin balasıdır. Yəni bunu da normal qaydada deyəsən, deyəsən əvvəl var idi, rüşvət alırdı, ona görə bağlayıblar məşqini, bölməsini bağlayıblar, yaxşı deyirlər. Bunu normal qaydada olmalı ki, uşaqlar insta girsinlər, adam kimi insta girsinlər, əziyyət çəkməsinlər. Həmən sən dedin, Cəfər Sadiq çox, və bilənsən, indi şey olmasın, belə özümdən biraz yuxarıdayım. Bildim, məndə hazırlaşan uşaqlar, hamısı mən perspektivi olmayan uşaqlar görürüm, mən onun nə olan zamanla olaram, mən vaxtdan deyirəm ki, sən iş vaxtını getib işləməlisən, yönəldirəm, izah edirəm. Perspektivli uşaqlar qalır məşq edir. Və o da, Cəfər Sadiq də onlardan biridir. O olsaydı, məsəl üçün, o dünyada o medalist uşaqdır. Bütün yarışlarda, ilk yarışda getdi, dünyada üçə çıxdı. Aymaqda. İlk dəfə papağımızı belə yuxarı qaldı. Deməli, Avropaya getdi, 2-yə çıxdı. Mirə getdi, 2-yə çıxdı. Yəni, şansları var. Yəni elə uşaq, daimi medal verən uşaqdır da. Özdə hamısında yazı 6 döyüş getdi. O çəkidə uşaq, 61-də uşaq çox. Yəni, deməyim odur ki, qardaş, məsələn, onların institut məsələləri həll olunur. Sonra hərbi xidməti. Məsələn, zəng elədim, yox, bilirsiniz belədir. Məsələn, şeylərə zəng, idman şöbələrinə zəng elədim. Bilirsiniz, bu köklü şəkildə həll olunmalı. Ona görə aşırıcan. Köklü şəkildə həll olmalı. İnsanlar da gəlməlidir. Sonra bura nə bağlı var? Məsələn, hərə gedir, məsələn, nazirliyə. Mənim özümə deyirlər ki, mənim nə gedib uşaqları götürür, sən də getmirsən Taylanda. Bu olmaz belə. Məsəl üçün, gedir, hərə bir dənə, bir orada bir boks atır, bir dənə əlin bir dənə şeydə, Gürcüstanda, Yevlaxda qaldırdı əlin, gəlir nazirliyə, nazirlikdə neynəsə sağ olsun. Qarşılayır, amma elə olmalı deyil. O, mən deyən edim, nazirlikdə o adamlar qarşılanmalı ki, minimum o adam bu regionda, məsələn, deyək ki, Qazaxıstan, Nayzanın, nəsə, orada şey də var, Aktagonun, cəhənnəm, qanma olsun. Bir təşkilatın çempionu olasan sən. Sən bir təşkilatın o professional vuruşan bir döyüş keçməyəsən. Yəni burada da anladılar bu nazirliyi. Yəni yazıq cəhənnəm o təşkilatda sən minimum bir 4 döyüş keçməlisən ki, sən orada çempionluq poiz versən. Sən onu udandan sonra sən yoxsa elə salam əleykum məni qarşıla, salam əleykum məni qarşıla, məni nə bilim ora qoy. Bu get-gedə nazirliyi də yoracaq. Bu get-gedə idmanı da hörmətdən salır. Elə bir sən getmisən sabah güləşdən bir dənə qrup keçmisən, bir qrup güləşmisən. Sonra uzun sən gəlmisən məni qarşılayın, salam əleykum salam. Bu biabırçılıqdır. Bunun özü də mən deyirəm ki, bunu düz eləmirsiniz, qardaş. Bu belə şey olmaz. Sonra nə var? Hərə bir dənə şey olur, getdi, vurdu qoltuğuna, getdi, mən pul verir, mən gedəm şey eləyəm. Zora gedim. Bu olmaz, qardaş. Bunu nə üçün? Bu olmalı yerli komanda. Yerli komanda. O getməlidir. O, yəni federasiya getməlidir. Şu federasiya bu, ümumiyyətcə, nazirliyi işləməlidir, federasiya işləməlidir, professional sahəyə nazirliyi baxmalıdır, professional sahə pullu sahədir. O sahə misal üçün, burada Azərbaycan uşaqları döyüşürlər, onlar pul alır, 200 min, 300 min pul alır misal üçün. O gətirir nazirlik dövlətə pul verir. Pul qazanır, bu sənin işindir, nə qədər. Hə, dövlət sənin neyini, sən nazirlik səni qəbul edə bilər, çox sağ ol, falandır, qəşəng, laf lazım olsa bir təlim məşq olmalı, yəni ciddi təşkil, təlim məşq olmalı, sənə bir şey. Amma bunu başa düşmək, bu biznes sahəsidir. Bunun bir kommersiya tərəfi var. Amma eləməlidir, o bilsin, təlim məşq kim getməli. Həmən o yeni yetmək, gənc və böyüklər getməlidir. Buradakı o dalı gəlsin, hər ildə məsələn o komanda getməlidir, özü də heç ara lazım deyil. Getməlidir, məsəl üçün, deyək ki, Şamaxıya, getməlidir, məsəl üçün, Qusara, getməlidir, məsəl üçün, Lənkərana. Bu olimpik kompleksdə boşdur da, bura getməlidir, bu olimpik kompleksdə pul qazansın. Həmən sənin də bu müəllimlərin orada təlim var, fiziki hazırlığını orada salmalı, texnik taktik hazırlığını orada salmalı, keçmir. Neynir? Biz nazirlikdən pulu alırıq, veririk, komplekslərimizə veririk, eyni zamanda komplekslərimizi özünü saxlayır. Bu gör nə gözəl. Yoxsa gedib Taylandda mən zaqar alım, belə eləyim. Orada çeyrik, gəmidə gəlsin, indi bilirik də hamımızı. Mən həmişə demişəm ki, Tayland, ümumiyyətlə Tayland idmançı üçün məsələn aktiv oddux yeridir. Yəni ki, idmançı üçün istirahət yeridir. Ora məşq eləməsi yerdir. Mən orada 1-2 il mən gedib gələm. O istirahət yeridir. Odduxa sən gedirsən, zaqar alırsan, orada hamı gəlir, belə orada ciddi bir şey yox.
Bu da vacib mövzudur. Ümumi idmanında formalaşıb ki, niyə bizim məktəbdən yuxarı liqalara getmək olmur? Çünki fikirləşirlər ki, biz zbor görmürük. Ha qardaş, nə zbor ala, ha rəhmətli nəvəsi, nə zbor, mən bayaqdan danışdım Hə. ki, bura. Ha, olmayır da. Sənin lübitel şkolan olmazsa sənin ola bilməzsən dayı gör. Sən bilirsən nə olar? Tək bir adam. Məsəl üçün bir müəllim bir vicdanına qala bir dənə uşağın üzərində işləyir, ora aparır, bura aparır, bir nəfər çıxarda bilərsən. Hə. Amma sən bu kütləvi olmaq üçün, Qazaxstanda olmaq üçün, Rusiyada olması üçün, var Rusiyada indi onları buraxsan çempionat mirə gələcəklər. Onlar çıraq avtomatik çempionat Rusiya elədilər. Komanda orada Rusiyada heç sən görməzsən ki, dövlət olaraq hansı professional pul ayırsın. Onlar hamısı şəxsi klublar tapırlar. Dövlət ancaq aymafı verir ki, yəni federasiya ki, sabah sən gənc bir bizik, sabah gənc getdi vzrostlə, vzrostdan sonra getdi professionaldan yerimizi gəlib dolduran onlar yenə də onlara köməkləyirlər. Yəni ki, onlar daimi olaraq onları inkişaf elətdirirlər. Onlar maaş alırlar, forma verirlər. Yəni həmin gəncin qalxmasına dəstək verir. Bu nazirliyin funksiyası əslində bu olmalıdır. Yəni federasiyaları qaldırmalıdır. Federasiyalar o federasiyanla işləməlidir. Yəni fərdiyə keçməli deyil. Məsələ budur. Hə, bu idmançılarımız onda erkən yaşda meylənirlər pro vuruşmağa ki, rekordçular arasın və s. Səhvdir. Onu deyirəm ki, lübitel olmasa, onlar lübitelə keçsələr və həvəskardan keçib getsələr, onların qiyməti yoxdur. Orada yaxşı uşaqlar batıb gedir. Mən sən öncə gəlirəm mən səndən, sən görürəm ki, sənin 30-40 dənə döyüşün var, mənim heç 3 dənə döyüşüm yox. Döyüş də bilsən nə deməkdir? Biləsiniz, yarışlarda, məşqdə də bilsinlər. İnsanların məşq eləyə bilərsən falan və yarışlarda sizdə immunitet formalaşır. Yəni sizin immunitetiniz formalaşır. Deyirlər ki, təcrübə ondan gəlir. Yəni siz gəlirsə yarışa, müəllim sizə deyir, bilmirəm. Ay, qorxma, şol, şol, döyüş, vur, ağzına vur. O normaldır. O hər bir adam onu hissi keçirə bilər. Müəllim də keçirməli, idmançı da keçirməli ki, yəni bu normal hisslərdir. O sənin sonra sən nə olur? Səndə immunitet formalaşır. Sən başlayırsan getdikdən sonra onu nəzarət eləməyə başlayırsan. Sən özünü nəzarət eləməyə başlayırsan. Səndə immunitet form. Sən ola bilsin sən yarışa gedirsən, xəstələnə bilərsən, qrip ola bilərsən, özündən gedə bilərsən, temperaturun qalxar. Bax buradan deyirəm, temperatur olan adamlar yarış qutaran kimi görsən elə bir canları dincəlir. Onlar həmin o həvəskar yarışlarda inkişaf edirlər və onlar müəyyən səviyyəyə gəlib ki, bu yolu keçib və bu yolla tanış olurlar. Və sonra ona görə bizimkilər gəlib çıxırlar, ağappağları belə yazıb bilmir, ora baxsın. Olur belə mən baxırsan yazıq deyir ki, gəlib uşaq deyir ya bir aya qurban olun məni tutar. Bu reallıqdır. Qurban olun gəlirsən və deyəsən bizə də elə gülürlər. Qurban olun məni tutar, mənim bir nəfər buradan alsın. Belə şeylər olur. Bu biabırçılıqdır. Yəni gör insanı nə səviyyə gətiribsən çıxarırsan. Nə var ki, orada bir iki dənə alçaq dələduz orada 200-300 dollar orada pul alacaq, ondan əlavə pul alacaq. Onda bu dediyimiz proses ki var, psixologiyanı idarə eləmə qəfəsinin içində. Bu bir dəfəlik nastroyka deyil də deməli. Bunu gərək siz öyrəşəsiniz. Amma bu kimi yol keçməlidir. Sən apar atmaq olmaz axı onun üçün. Sən apar aç əjdahaların içinə ki, gəl iş bunu. Ona görə də uşaqlar düşən kimi başlarına vuran kimi başlarını belə salırlar. O deməkdir o. O yol keçib, o həvəskar yollar keçib. O uşaq başa düşmür. Ona bir də görsə deyirlər ki, bax görsən bunda döyüşü yoxdur, professional döyüş. Amma onun girib şeyinə baxa bilmir ki, onun nə qədər həvəskar döyüş keçib. O nə vuruşub, ona o həvəskar döyüş başlayır. Elə bir həvəskar döyüşçülər var ki, onlar professional döyüşə şans verməzlər. Belə şans verməzlər. Sən biləsən, ha, bu elə belə şey deyil. Onda olan təcrübə o birisində yoxdur. O professional kimsə belə gəlib düşüb orada onun ağlar qoyar onu. Ona göz açmağa imkan verməzlər, biləsən. Və bu Rus məktəbi niyə görə Dağıstan məktəbi güclü? Onlar həvəskar yarış çox keçirlər. Onlar başda hər ay vuruşurlar. Yəni. Və əlbəttə ona görə onlar yaxşı vuruşurlar. Deməli bu sizin yaratdığınız təşkilat da məhz ona xidmət edir. Ona xidmət edir, bəli. O təşkilat var, yaratdığım yox, bir şey olmaz. O təşkilatdan federasiya var. O kişi də neçə il Rövşən müəllim Həsənov, federasiyanın rəhbəri neçə illər. Öz lazımsız adamlar daimi olaraq ki, olub bunu dağıdıblar da. Bu işi qoymayıblar. Məsələn, Şəhriyarı nə edirsən, məsələn, Əhmədi nə edirsən, Bəxtəri nə edirsən, nə bilim, Tofiqi nə edirsən, Fankesi nə edirsən, nə bilim, o birisi nə edirsən. Belə şeylərlə olmaz bu. Sən qardaş, sən federasiya qapı açıq olmalıdır. Hamı gəlib iştirak etməli və güclülər gəlib ölkəni təmsil etməli. Mən nə bilim, elə uşaqlar var ki, indi elə məşqçilər var ki, elə məşqçilərin uşaqları ki, onlar heç kim tanımır. Məsəl üçün, bizdə şey var, Fariz müəllim var bizdə işləyir, heç kim tanır təzə məşqçidir. Bir uşağı deməli, Avropa çempionu, bir uşaq Avropada üçə çıxıb. Cərgiz? Cərgiz yox, onda bilsən hansı, mən uşağın adı yadımdan çıxdı, çempionun adı yadımdan çıxdı. Çempion. İki uşağın nəsə onun, yəqin sonra baxıb deylərsiniz. İki dənə uşağın onun şəkil kimi qoya da bilər. İki uşağın biri Avropada üçə çıxdı, biri çempion oldu. Məsələn, onun bir dənə amini vardı. Məsələn, ondan gözləyirdi. Elə bir iki uşaq gedib universitetə. O ikisi də ondur. Amindən gözləyirdilər. Amin udmadı, o birisi tutdu. Amin uduzdu, o birisi uşaq çempion oldu.
Bu sən bu şans verməlisən ki, bunu görəsən. Sən ola bilsin ki, sən onları görə bilmirsən, heç kim mən də görə bilmirəm. Biz onları yarışda görürük, uşaqların qabiliyyəti, o emosiyaları necə idarə olunacaq, o emosiyalar necə hakim olacaq, başa. Getir səhvlərini düzəltməyə başlayır. Bu belə başlayır qardaş. Bu belə işləyir. Bir də mən fikirləşirdim ki, bizim ümumi cəmiyyətin ümumiyyətlə idmana, döyüşə o qədər də marağı yoxdur da. Məsələn, biz konsertə getsək boş yer olmaz, amma biz məsələn keçirilən yarışda arenada demək olar ki, adam görmürük də, ancaq döyüşdə. Düz eləyirlər qardaş. Mən sizə bir də əvvəl biz yarışlar elədik. Mən sizin yadınızda gəlir, bizim yarışlara girin baxın. Mən sərhədçini doldururum. Aşağı da doldur, yuxarı doldur. Sonra o vaxtda bizə imkan vermədilər. O vaxtda da bizim nəfəsimizi kəsdə qoymadılar ki, yox, siz yarış keçirin. Nəsə o da qoymadılar, imkan vermədilər. Yəni bax gələndə bunları açıqlayan bir kimsə bizi eşitmək istəyəndə bunların hamısını deyəcək. Yəni bu adlarla çəkəcəm bunları. O vaxtda da imkan vermədilər. İndi kimə getsin baxsan, həmin o bunlara get baxasan, sən özün utanarsan o tədbirə getməyə. Sən gedib baxa bilməzsən axı. Sən indi məsəl üçün normal bir səviyyədə gəlib çıxsa, məsəl üçün savalan belə deyim də, məsəl üçün deyək ki, məsəl üçün belə bir ki, Ələkbərlə Sadiq başqa zalın uşaqlardır. Eşidirsən ki, Ələkbərlə Sadiq vuruşacaq. Üzr istəyirəm. O baxmağa da bizə indi mən X başqa adam olsun da. Məsəl üçün falan kəsən sənin üçün maraqlı olacaq ki, mütləq gedəcəksən ona baxmağa. İndi hələ fikirləş ki, onlar uşaq, o bir buzrosla gəlib çıxsa, onların bir danışığı yerində olsun, iki kəlmə söz deyə bilsin, niyə udaram, niyə uduzaram. Bunlar da yerində olsa, sən gör, bu adam gedib döyüşə baxacaqsan. Məsəl üçün, deyim Məhəmmədə bir dənə yaxşı bir dənə Azərbaycan uşaq qoyur, amma Məhəmmədə sən elə bir leş qoyursan, sənin üçün maraqlıdır. Bilərsən ki, Məhəmməd də onu udacaq da. Fikrimi başa düşdün, orada heç kim getməyə belə maraq olmayacaq. Bunu o səviyyəyə gətirib çıxardıblar ki, mən ona görə aşüzən eləyiblər ki, insanlar baxır, prosto adam utanır. Bu tədbirlərə sən baxda gözür, qara çıxan, bir şey oldu. Zirtqanı tutur birinə, axmağa yıxmağa qoyma. Qayma zirtqa yıxıldı. Birinə südyə bilmirsən, uşaqda bilmirsən, böyükdür. Döyüşdə məsələn gedirlər onu, döyüş qutarıb adamı gedib çağırırlar, təzədən gətirib. Döyüş qutarıb gedib, üstündən bir axşam adamı tuturlar ki, gəl triqonika səni təzədən qoyma. Bu belə şeylər olur. Və ona da sən gedib baxarsan ona. Misal üçün siz fikirləşin ki, bu bizdə olurdu, mənə gəldiklər ki, mənim xahiş edirik, mənim uşağım vuruşmalı, onu qabağa atın. Deyim, o nə deməkdir? Burada seninlə gəlir, uşaq mərhələ keçməli. Demək, mən sonra başa düşdüm ki, bunlar üçün bu normativ, bunlar bu yarışlara gediblər, o belə görüblər. Mənim xahiş edirəm, mənim uşağımı qabağa salıb çıxdı, getdi. Yaxınlaşıb mənə bir sənə deyir, medal olar. Bizə medal verin də, mənim biz gəlmişik. Uşağın kef pozulur. Mən onların hamısını başa saldım, dedim, mən o medalı, diplomu cırıram, mən ataram. Bunu sizə verə bilmərəm. Mən o medalı əzərəm, onu sizə başa düşüm. Və mən ona izah edim, niyə görə verəm? Bunu ona keçirir ki, buna layiq olan insana, kim bu mərhələni keçir edir, o insandır. Və mən orada başqa bir medallara düzəltmişəm. Onlara ki, ən perspektiv uşaqlar kim görürəm gələcəkləri, o uşaqlara verirəm. Onu deyirəm, bunları yadınızda saxlayın. O uşaqlara deyirəm ki, yadınızda saxlayın. Bu uşaqların gələcəyi var. Bu uşaqlar bu işin içində qalsa, o uşaqların gələcəyi var. Siz müəllim kimi məsələn bir uşağın neçə vaxtdan sonra başa düşürsünüz ki, bunun potensialı hara kimi, yoxsa potensialı ümumiyyətlə inanılmaz? Yox, onu bir neçə elə bilərək. Məsələn, uşaq ola bilsə ki, mən bax bu gün Əmirə söhbət eləmişik Allah. Dostlarımın uşaqları gəlir. Məsələn, o 8-9 yaşında uşaqlar məsələn zala gəlib keçir. Kuvrot diləsin, ona hərəkətlər verir falan. Bu uşaqların nəyisə tələb eləməsi. Yəni o müəllim ki, deyir ona nəsə tələb edir, onu ağlına, ona belə deyək, öz ağlıyla ona danışırsa, demək o müəllim yerində deyil, o işi bilmir. Yəni uşağın uşaq dövrü onu keçməlidir. Uşaq hardasa 12 yaşından sonra 12, 13, 14 yaşında sən uşaqlar yavaş-yavaş o formalaşır, o hərəkətləri başlayır eləməyə. 14-15 yaşında sən ona izah edirsən, o səni eşitməyə başlayır. O sənə məsələn deyəndə o durur, eşidir və o hərəkətlərinə sənin fikir verir. 15-16 yaşında sən onun səhvlərinin üzərində tam ciddiyyətə alırsan. Məsələn, sən ona ciddi cəza da verə bilərsən. Bunu belə eləmədin, buna görə sən onu səsin tonunda qaldıra bilərsən ki, bunu eləmək olmaz. Get-gedə görəcəksən, o düzəlmə. Niyə görə? O anlamağa başlayırsan. O səni eşidir. O səni başa düşür. 18 yaşında bu kişidir. Ona kimi nəyi var, bu oturuşur. Bu məsələ bu belə. Və sonra sən əlbəttə sən gedişatda görürsən, bax, ola bilsin elə bir uşaqlar var, zalda idealdir. Bunu mənim praktikamda idealdır. Prosta sən deyirsən ki, bunun qiyməti yoxdur. No. O yarışa çıxanı tamam, ona çoxu yarış lazımdır. O yarışda formalaşsın, onda immunitet formalar. Yarışın immuniteti verdiyi formanı heç bir şey vermir. Heç nə. Məsəl üçün deyək ki, heç nə verir. İndi bizim uşaqlar, elə uşaqlar var, deyirəm də, həmən o Abbasov top dilmən gedən uşağın hamı amindən gözüydü, o uşağı hamı tanımaya başladı. Onu ciddiyyətə qəbul edədilər. Mən uşağı sözümlə tanımırdım.
O çempion ondan sonra biz onu hamımız görməyə başladıq. Hmm. Onu necə görüb, yəni bu belədir. Sən sabah uşaqlar üçün yarış lazımdır ki, biz birinci evdə yarış eləməliyik. Bizim kökü və onu da qardaş belə olmaz. Sən mən eləməsin, çəkək uşaq gələcək, falan eləyəcək, mənim uşağımı sal falan kəsin. Deməli, bir kompüter sistemi var. Biz onu atırıq kompüterə. Kompüter bölür atır şeyə. Siz fikirləşin, kompüter sistemi bunu elədi ki, hətta biz qrupdan çıxmaq üçün sən voleybol oynayırdınsan, mən voleybol sürmüşəm, o səni atır qabağa, məni atmır. Çünki yəni bunun sistem bunu hamısını hazır eləyib. Yəni siz bunu kompüter görür, biz görmürük. Yəni bu da var. Amma bunu bu günlərim bu dostumun oğludur, bu nə bilim nə idi, buna kömək elə, buna nə bilim nə ilə bununla sən uşaq yetişdir. Bu deməli bu biabırçı vəziyyətdədir. Azərbaycanda vəziyyət çox biabırçı vəziyyətdədir. Mən deyim ki, buna ölçü götürülməsə biabır. Yenə də ki, onsuz da ki, biz indi bir yeri aparırıq, yəni az miqdarda bir şey gedir. Amma ümumi mən istəyirəm ki, bu maştablı olsun. Başa düşürsən? Maştablı şəkildə olsun ki, yəni hər kəs orada və potensiallı uşaqlar var. Məsələn, müəllim var, məsələn, intellekti də bəlkə də aşağıdır. Gedir o gizgizə potensiallı uşaqlar orada batıb gedir orada. Orada əriyib gedir. O çıxar, o özünü göstərə bilmir. Onu da nə məşqçi bilər, nə idmançı bilə bilər. Onu yarışda sən o uşağı görürsən. Bax məsələn bu yarışda axırıncı o Amin çox yaxşı uşaqdır. O gələcək perspektivi. Ona bir dənə uşaq boy verdi Qaradağdan, Lökbatandan. O uşaq bütün pozisiyada onun 2 raund onu bilsən nə elədi? Hiss eləmədi. Ona heç kim elə vuruşmamış. Hiss eləmədi o uşaq, başa düşürsən ha? Sən fikirləş sonda 3-cü raund 2 saniyə qalmış bir dənə texniki uşaq səfərdə Trigonik no. Tüm pozisiyada onu bilsən nə edir? Bu o uşağın gələcəyi var. Və mən o uşağa atделlə onu da o medaldan verirdim. Yəni o yarış olmazsa biz onu görə bilmərik. Biz onu seçə bilmərik. Yəni sən onu zalda çox şey görə bilərsən. Deyə zalda bir Rəşad da deyir ki, mən Alişkanı döyərəm. Bax o oğlan. Onu deyim ki, ciyəri çıxacaq Alişka. Alişka təsadüfən Avropa çempionu olmayıb. Onu mən ciyərini çıxardacağam. Yəni bəs gec yaşda başlayırlar idmana və biraz məşq eləyən kimi pro rekord yığmaq üçün vuruşurlar və s. Belə uşaqlarda məsəl üçün gecikmək demirlər ki, ya alına bilər. Məsələn adam ola bilər ki, hansı idmanla məşğul, onu da nə etmək olar ki, alına da bilər. Yəni o biz biri var kütləvikdən danışır, bir də var ki, fərdidən danışır. Fərdidə alına bilər, heç vaxt gec deyil. Məsəl üçün o bilsin mən deyə bilərəm ki, sən gecsin, sən Lübitə vurur, belə şey də yoxdur. Sənin Lübitə karyeran yox, böyle şey yoxdur. Sən istəyin qarşısına heç kim ala bilməz. Məsələn, mənim Lübitə karyeram olmasa, məsələn, özüm üçün həvəskar sonra mən istəyim ki, gedim və onunla yanım, alışım, mənə problem, mən yaxşı nailiyyətlər də verə bilərəm. O demək, kütləvilikdən danışıram. Başa düşürsən ki, bu kütləvi şəkildə belə olmalı. Amma fərdi şəkildə ola bilər ki, bu oğlan var, Rəşad. Bu indi məsələn xaricdə oxuyub, məsələn, bu həqiqətən bu istəsə bu döyüşçü ola bilər. Bu istiqamətdən başqa sahə seçdi, döyüşçü ola bilər. Gec də qoşulmuşdu. Lübitlə karyerası yox idi. Təbii 3-0 gəlsən 4-0. Yəni vuruşdu sonra dayandı. Özü izvestin Amerikada olan uşaq adı nədir dostumuz? Adını reklam edirəm də yaxşı. Mirəli Amerika, Mirəlini udub. Amerikada bu da mənim yanımda oturdu. Başa düşürsən, amma Lübitlə karyerası olmuyor. Və bu hazırlaşanda heç kim hamı dedi ki, o çıxıb bunu da. Mən dedim udacaqsan, rahat ol. Və çıxdı onu və orada da mən bunun haqqında danışdım ki, yəni bu həm imkanlı ailənin uşağıdır, həm xaricdə oxuyub, universitetdə xaricdə oxuyub, məktəbi də orada oxuyub, amma belədir. Başa düşürsən, o demək deyil ki, yəni tək mən deyim ki, yox, elə adamlar da gəlib nailiyyət verə bilərlər. Yəni fərdi. Amma biz kütləvidən danışırıq ki, sabahlar mən deyiləm. Məsələn, bu günəm Ələkbərgildə məsələn, Ələkbər məsələn Buzrosa gedir, onun yerinə gənc aşağıdan uşaqlar qalxır. O Buzrosa sonra gedir, sonra Ələkbər deyir ki, mən vuruşmuram, qardaş. Onun yerini dolduracaqlar. Başa düşürsən, o gələcək. Federasiyanın işi budur. Əhməd vuruşmur. Onun yerini gəlib dolduracaq. Onun yerini gəlib dolduracaq. Amma fərdi olanda, sən fərdi bir adamla məşğul olsan, falan dayandım, bitdi, batdı, getdi. Yəni ümumi olaraq bir sistem oturursa, biz çox da məsələn seçilmiş uşaqlara növbəti biz onları gördüksə, o komanda, yığma komanda, məsələn, onlara forma verilir, onlara məsələn vitaminizasiya verilir, onlara bütün məsələn ki, deyək ki, təlim məşqləşdirsə, komandalar iştirak edirlər, sonra o komandalar bütün forma ekiprovka yarışa gedir lazımdır. Ermənistan gəlir ki, 70 nəfərlə. Ermənistana kişi 70 nəfərlə gəlir. Bax, başa düşək, qardaş. İndi onlar, qardaş, biz niyə baxıb belə şeylərə? Niyə biz iştirak eləməyək, qardaş? Nə düşmənçiliyiz var? Bu millətdən nə düşmənçiliyin var? Kişinin o. Bu millətə yazığın gəldi. Nə olar ki? Bu nə eləmişik sizə? Belə bir
düşüncə formalaşıb ki, Azərbaycanda güləşdən başqa idman Bu yoxdur. Ona niyə görə. görə qardaşım? Ona görə ki, bax bu sən bunu eləməsən, bu yarışları eləməsən qardaş, judo indi işləyir. Sən bunu eləməsən, keçirtməsən, əlbəttə olmayacaq. Sən bu yarışlara getmək əlbəttə olmayacaq. Sən bunu keçirtməlisən, yerli yarışlarını eləməlisən, yerli yarışın uşaqlar çıxmalıdır, uşaqlar təlim məşq planlaşına getməli, tibbi şeydən keçməlidirlər, uşaqların vitaminizasiyası olmalıdır, uşaqların forması. Bunun özü də Azərbaycan gənclərinin inkişaf eləməsidir. Sabahlam görəcəksən, indi baxırsan gənclərimiz hamısı balaca çıxı edirsən. Sabahlam idmanla məşğul olun görəcəksən hamısı bu cüssəsi falan düzəldi, sifatçı uşaqlar. Yəni dövlətin özünə də xeyirdir axı bu. Narkomaniyadan uzaqlaşacaq. Nə qədər tək indi bizim idman yoxdur, bütün idmanlarda məşğul olana görürsən sayı gəlib hara gəlib düşəcək. Hə. Bir də mövzunu dəyişmək istəyirəm. UFC Dəyiş. Azərbaycan kartı haqqında danışacağam biraz. UFC Azərbaycan kartında iştirak edənlər adlarını seçməyə ehtiyac yoxdur. Onsuz da ikimiz də bilirik. Bu debut edənlər haqqında fikrinizi soruşacağam. Tahir və Fərman Həsənov haqqında. Sizcə UFC Azərbaycan kartında iştirak eləmələrinin ən vacib səbəbi nə idi? Yəni başqa alternativimiz yox idi. Ya var, mən bir şey deyim də. Bu bilirsən, bunu ümumiyyətlə UFC-nin bunun kommersiya tərəfi bilən başa düşür. Və burada kimlər düzgün matchmakerlərə çıxması bu da çox önəmlidir. Kimlərə çıxmısan. Məsəl üçün bizim o iki idmançı ikisi də Amerikadan çıxdılar. Tahir də şeydi. İkisi də Tahir də viza aldı getdi Amerikaya, oradan elədilər. O birisi Fərmandır. Yəni mən onların döyüş haqqında eləmədim, onların özünə demişəm ki, bu dəfə sizi bağışlayıram. Yəni sizi baltalamıram. Döyüşlərdən şərh eləməm. Niyə görə? Birinci kontraktlarıdır və dünyada, amma gedişatda onlar haqqında danışdım. Onlar döyüşdükcə, yaxşı döyüş məsələ eləməsə də mən o vaxt danışdım. Bilirsən, dünyada UFC hansı ölkələrə gedirsə, o ölkələrin vazmožnosti var. Siz bir dənə baxın, Braziliya gedib, Braziliya çox. İngiltərə gedir, Fransa gedir, Fransızca çox. Bizdə sayı az. Daha da çox ola bilərdi. No, mən yenə deyirəm ki, bilirsən, mən belə deyim də, heç nə deyirəm ki, niyə bizim yerli idmançılar vuruşmasın orada? Niyə bizim yerli, yəni söhbət o şeydən getmir. Bizdən onlar da bizimdir. Amma niyə evdən çıxan uşaqlarda, məsələn, burada yaşayıb, burada deyilən uşaqlar, niyə görə? Məsəl üçün, yəni deyirəm, o uşaqlar da çox əziyyət çəkiblər. Ora düşmək belə çətindir, çətin məsələ. Amma lazımdır ki, biz işləyək ki, bizim öz yerdə, burada yaşayan idmançılar da ora düşsünlər. Bu mövzuda bir önəmli sual verəcəm sizə. Bilirəm ki, Abdulmanafla yaxın münasibətləriniz olub. Rəhməti Abdulmanafla. Hətta sizin güləş videonuz var. Burada olub, burada da güləşmişik. Məsələn, qıraqdan bir baxanda düşünürük ki, o da Dağıstanın bir dağından, kəndindən çıxıb, öz oğlunu götürüb oralara kimi apara bildi və ondan sonra ardınca bütün komandanı apara bildilər. Bir qabaqcıl öndər bir şəxsə ehtiyacımız var, yəni sizdə, yoxsa onlarda fərqli nə idi ki, onlarda tez alındı? Belə bir şey deyim də, belə deyim. Bizdə o şans yarandı, bizdə Nəriman eləmədi. Şans var, Nəriman yoxsa polun düşə bilərdi. Nəriman, hətta biz düşməmişdən qabaq, məsələn, Nəriman yaxşı döyüşdəydi, Nəriman başlamışdı zəifləməyə. Yəni, məşqlərdən ciddi yanaşmamaq. Bunu komandada hamı bilir. Mən həmişə deyirdim ki, sən çox peşman olacaqsan falan, sən yaxşı nəticələr verməyəcək. Çünki hər yerdə sən gediş edirsən. Mən deyirdim ki, sən əvvəl vururdun, eyni vaxt sənə vuranda sən aşıracaqsan, o dayanacaq. Nə görə sən yumşalmağa başlayırsan, girəndə ilişə deyirsən, qalacaqsan. Mən bunlar hamısını deyirdim. Zalda da demişəm. Fikirləşdim ki, elə vaxt mən Nərimanı zaldan qovmuşam, əməlli var. Bunları yavaş-yavaş açıqlayıb deyə bilərik, zaman keçirsən. Zaldan qovmuşam, təzən eləyib, qardaşım xahiş edib ki, mən demişəm ki, bu nəticəsi bunun yaxşı olmayıb və yaxşı da olmayıb. O məsələ, bilirsən, Rusiyada bizdə orayla götürəndə bizdə bir bağlada dəstək, bizim yenə deyirəm də, onlar lübiti olan uşaqlar hamısı vuruşdular. Onlar əlində çox kadr oldu. Və siz fikirləşin ki, həmən dövrə onlar lübitiyə vuruşanda məni qoymadılar, mənim uşaqlarımı qoymadılar çıxmağa. Bu aymapın özü də mənə qoymadılar, siz fikirləşin. Bura mənim uşaqlarımı qoymadılar. Mən deyirəm ki, bu xəstəlikdən biz qutaraq da. Mən gəlmişəm orada, mən deyirəm ki, qapıları mən hamıya açmışam. Gəlin iştirak edin. Məni qoymadılar. Mənə tələbələrimə imkan verin, mən deyirəm ki, mən onu deyirəmişəm də, mənim gəlin indi iştirak edin, qardaş, sabahlarım qalmayın kənarda. Bizim, yəni Abdulmanafla dedim, mən Abdulmanafını götür, Abdulmanafın bir neçə, Şamil Zavrov komandanın lideri idi. Nəriman oldu. Zaynə Kopisteydi, Nəriman oldu. Yəni mən Abdulmanafın bir neçə idmançılarını oldum. Yəni bizim də pasiyanlı konkurensiyamız olub. Daim olaraq konkurensiyamız. Yəni biz indi təəssüflər olsun, bizə indi dəstək olmalı. Onlara dəstək oldu. Məsəl üçün, Xəbib indi belə baxırıq. Xəbibin
taleyi də özü də ərəblər ona bərk dəstək verirlər. Deyirsən, bu finansı çox önəmlidir. Hə. Məsəl üçün, mən deyirəm ki, qardaş, bax, indi götürdə, mən indi bütün gün sizin efirdən, indi sizə, öz efirimdən deyirəm, hə, bədbax uşaqlar, eləmək lazım da bunda. Mənim, bir dənə adam gəlsin, desin, qardaş, niyə aymaf? Məsəl üçün, olsun, yamaq. Başqa bir təşkilat eləyək də. Mənə onu, desin ki, qardaş, bu təşkilat ondan güclü, gəl bunu eləyək, mən deyim, gedək eləyək, mən də gəlməyən o da belə-belə olsun, mən gedək onu eləyək. Amma indi mən bunu deyirəm ki, qardaş, bax, yenə deyirəm ki, hə, qardaş, bunu, bax, indi gör, mən deyirəm, bütün gün deyirəm, qardaş, bunlara dünya çempionatına göndərmək lazım, bunlara Avropa çempionatına göndərmək lazım, bunlara bu komanda təlim məşq toplanışlarına getməlidir. Yəni, bunlara olunmalıdır, fərdi insanlara olmalıdır, mən bunlara açıq danışıram. Ki, indi, yaxşı, bunlar yoxdur, biz deyirik ki, nəsə olsun, qardaş, onlar olmasa necə effekt ola bilər? Ha ki, sən evində get məşq ilə, ha ki, sən hazırlar. Məsəl üçün, Azərbaycanda onu birin qoyun birin, Azərbaycanda professional təşkilat lazımdır, finansı lazımdır. Burada indi bir-iki adam indi elə-belə eləyirlər. No, finans təşkilat lazımdır ki, o təşkilat, məsəl üçün, Qazaxıstanı götürək yanımızda, dənizin o birisi tərəfi. Oktagonu var, Naiza. Naiza indi Grand Prix ilə bilsən nə qədər pul qoyub Grand Prix-yə? Mən danışdım, gələn mənim uşaqlarım dedi ki, bu gedişdik. Mənim yadımda, fikrimdə çıxmışdır o. $100,000 bu illərim qoyublar, hər çəkə $100,000 pul qoyub. Hər çəkə $100,000 qoyub. Deyək, gələni 1 milyon eləyək, dollar. Belə planlaşır. Yəni, qardaş, Grand Prix heç mən $100,000 heç demirəm. Azərbaycan sabahlamı Grand Prix-yə qoyuram, məsələn, $10,000. $100,000 qoyuram qırağa, $10,000. Məsələn, uşaqlar, bax, bu da, məsələn, $1,000 udana, $1,000 qoyuram, 1000 manat udana, 500 manat udana. Gör, nə qədər adamlar, həm birinci adamda uşaqlar həm iş yeri kimi olacaq, həm əllərinə pul dəyəcək, həm bir hərəkətlənmə olacaq. Amma belə olmur, sən bunu eləmirsən, amma deyirsən ki, yoxdur, axı, bu olmalıdır. Qardaş, sən elə bir ki, belə deyim də, nə bilim, çiyələk əkmişsən, sənə çiyələyi sabah sata bilməyəndə görsən, bir də şey bağlanır, sərhəd bağlanır, cəmaat tökür çiyələyini oranı, vişnət edib tökür onu bura, nə bilim, qarpız ortada qoyur, tökür, dəriyə tökür, nə bilim, neyniyir. Bizə nə gün, sənin yerin olmalı olsa. İndi biz idmançını yetişdirik, idmançı meydan yoxdur. Bax, indi məsələn, Məhəmməd, bu gördüyün oğlan, Məhəmməd. Və Çirlaveç üçün çox ideal da, 90. Və Məhəmməd Azərbaycanda yoxdur. Məsələn, olsa, sabahlam Azərbaycanda, arkadaş, Məhəmməd səndə neçə? 5 neçədir? 6-1. Məsələn, buna bir 4 dənə, 5 dənə rekord edib, görkəm, falan, hər şey var da. Şu an həvəsi də var. Buna bu döyüşlərə evdə vuruşsun, qardaş, buna gətir qıraqdan vuruşdur bunu, 6 dənə döyüş, olsa 10 döyüş, 12 döyüş, sən bunu UFC-də vuruşda bilərsən. Amma qalır kənarda. O yoxdur. İndi mən yetimin oğlu da, mən yaxşı, mənə deyirlər ki, sən bunu da elə, bunu da. Mən də tək çatdıra bilmirəm amma. Məsələn, federasiya içinə girmişəm, orada bilsən nə qədər kolosal iş var. Dəhşət iş var, o işləri biz təmizləyirik, görürük ki. Yəni, ən azı biz oradan sıfırdan onlara qalır. Və indi professional təşkilatın özü də böyük bir masştab işi var o. Aparıcı lazımdır orada, çəkilişi olmalıdır, onların şırdıqı yerləşdirilməsi olmalıdır, onların kommentatorları olmalıdır, o sistemin qurulması olmalıdır. Yəni, onun özü bir sistemlə onu qurmaq lazımdır. Buna da hamısına finansı. Sabahların bir dənə Azərbaycandan deyək ki, qardaş, məsələn, gəlib bir dənə təşkilatı quraq, məsəl üçün, hər turnirdə, məsəl üçün, mən deyirəm, qiyməti məsələn budur, turniri mən bağlanmaq və illik büdceti eləyirik, qol çəkirik, falan edib, start götürüb başlayır. Bunlar olmalıdır. Amma bunlar yoxdur. Hamı deyir ki, sizdə nə yoxdur? Onlarda var, onların plaşatkaları var. Onlar hamısı vazможda var, gedirlər, həvəskar yarışlarda vuruşurlar. Şeyin özü, İslam Maxaçov özü UFC-də vuruşa-vuruşa gedib Bayavoy Sambo vuruşurdu. Yadda bir dənə sağ hələ Xəbib tələb şeydi. O gedib Bayavoy Sambo'da çempion da oldu. Təhsil o deyil, Merab da elən. Peki onlara, amma bizdə Bayavoy Sambo yox. Sambo Bayavoy yoxdur. Yəni o da yoxdur ki, cəhənnəm gedib oraya. Yəni döyüş növlərindən yoxdur. Başa düşürsən, indi ya bunu qəsdən edirlər. Yəni bunun nə adı bu? Yəni bu bədbəxtçi düşüncə, xəstə düşüncəsidir. Qardaş, bunu eləyin, bu millətin balası da bu məşğul olsun da, getsin də. Bu çayxanalardan yığışsın, bu getsin o da rəqabət. Nə qədər domino vur, 3-1, nə bilim 5-1 deyirlər, nə deyirlər, onun adını da bilmirəm. Domino qalyanxanadan yığışsın. Və əlbəttə ki, domino qalyanxananın axırı cinayətdir. Mən bunu dəfələrlə demişəm, sən efirdən deyirəm. Fərqi yoxdur, kasıb olub dominoxanalara gedib, axırı cinayətdir, narkomaniyadır bunun. Fərqi yoxdur, imkanlı olub çayxanalarda gedib oturub imkanlı olub. O adam da tüfeyle, sən 1 millət olsan, 5 sən məcbursan, dərman, dürman, o birisi, bu birisi, get-gedə sən bununla, sən iş görəcək bir işin yox. Amma sən idmanda olsan, həmin adam gedib bir işlə məşğul olsa, orada işində inkişaf eləməyə başlayır. Yəni, biz onları da oradan çəkib çıxardarıq ki, yəni ki, insanlarda
bir hərəkətlənmə var. Həmən zalları sən gör, cabaları necə dolduraraq. Bax, məsəl üçün, bu axırıncı mən yarışa elə bir dənə döyüşlər getdi. O uşaqları indi mən fikirləşirəm ki, onları professionallar gətirib bitirirlər. Sonra story, bunların story, tarix yaranıblar. Bunları gətirib professionallar sonra 1 ildən 2 ildən sonra onların mütləq ola vuruşacaq. Çünki onların dostları bir-birlərinə ətrafları deyir ki, şəhərlər sən udmuşsan, deyirsən ki, yox, mən udmuşdum. O birisi deyir, mən udmuşdum. Onların professional həmişə həyatda, gələcəkdə döyüşləri hamıya çox maraqlıdır hamıya. Yəni, onlar necə professional həyatda necə vuruşacaq, necə deyəcək. Yəni, bu belə başlayır. Mövzunu ora gətirəcəkdim. Əslində mövzunuz bayaqdan oldu. Sadəcə sizdən ilk mərhələni soruşacağam. Ümumi problemləri sayanda pro təşkilatımız yoxdur. Yəni kifayət qədər keyfiyyətli pro təşkilatımız yoxdur. Qonorar yoxdur. Yox. Sponsor, menecerlik yoxdur, mediamız yoxdur. Qazaxıstanda məsələn başladı. İndi bu dəqiqə orada baxıram mən. Döyüşçülər bütün mediada olanlardan daha məşhurlar, daha sevilirlər. Müğənnisindən, aktyorundan. Yəni reklamlar hamısı onları çəkmək istəyir döyüşçüləri. Nəinki yəni ki, digər sənətlə məşğul olanlara. Bizdə isə baxanda məsələn müğənnilər o dəqiqə tanınırlar, sponsorları da olur, hər bir şeylər olur. Yəni medianın diqqəti o şeylərə dediyimiz kimi küçə həyatına. Jurnalistlərimiz də yoxdur. Bir də idman jurnalistlərimiz də çox zəifdir. Tanıqlıq var bir çətin. Bir də bilsən musiqi də olmalıdır. Musiqi də öz yeri olmalıdır. Mən həmişə bunu hədələyirəm. Yəni musiqinin öz yeri olmalıdır, kino aktyorun öz yeri olmalıdır, idmançının öz yeri olmalıdır, rəssamın öz yeri olmalıdır. Yəni bu cəmiyyətin biz hamısını cəlbə idmançı eləyə bilmərik, ümumi eləyə bilmərik. Bu biraz da biz düz olmalıyıq. Yəni demək istiqamətimiz düzdür. Hamısı olmalıdır, amma normalda biz bunun normal bir səviyyəsini görməliyik. Yəni bu idman növünün bir normal bir səviyyəsinə çıxmalıdır ki, qardaş, qutaraq da burada. Yəni, bu qutaraq da məsələn, inanırsan, məsəl üçün mənə federasiyanın rəhbərliyi, federasiya ümumiyyətlə rəhbərliyi götürmək barədə mənə açıq təklif olunmuşdu. Yüksək səviyyədə. Mən imtina edirəm. Mən məşqçiyəm. Yəni, federasiyanı götürənə bir finanslaşdırmalıdır, onu finansına baxmalıdır, eləməli. O da ki, indi Rövşən müəllim 15 illik yazıq bu işlə çəkilir. Onu da mən baxıram ki, normal əvvəl adamlar işləsəydi, orada bir neçə partiyalar adamlar girib çıxırlar. Yəni, orada normal bir kollektiv qurula bilərdi, normal bir səviyyəyə gəlib çıxa bilərdi. Və eyni zamanda başqa adamlar da maneçilik törədirlər. Məsələ burada odur ki, başqa adamlar bu işə maneçilik törədirlər. Məsələn, geydirmə şeyləri gətiriblər, neyiniblər, olay gedib keçirdiblər, nağariblər. Məsələn, belə lazımsız şeylər. Özü baxırsan ki, onlara pul da ayrılırlar, biabırçılıq. Adam deyə bilmir. Bir növ deyirsən, hörmətdən də adam bilsən, deyə bilmirsən. İndi adam bilsən, indi biz dövlətimizdə istəyənəyik, məsəl üçün, yəni adam müəyyən şeylər toxuna bilmirsən. Adam özündən ar eləyir, ayıb eləyir ki, yəni olmaz demək falan ki, amma görürsən ki, xəttləri keçirlər də. Xəttləri keçirlər ki, çünki insanlarımız da əziyyət çəkir, idmançılarımız da əziyyət çəkir. Sonda idmançı əziyyət çəkir. Lazımsız adamlar yığıblar, bir qrup adamlar, vəşi idmana adət olmayan adam, ümumi adət olmayan adamlar yığışıblar, it yiyəsin, tanımır, başım orada biabırçıdır. Görürsünüz də o yarışlara da görürsünüz də. Bir onu deyən yoxdur ki, tutan yoxdur ki, bir məsuliyyətə var, sən bu kimsən bunu edirsən? Sən bu kimi icazə verir? Bu nədir? Bu nə biabırçılıq? Nə edirsən? Sən nə işlə məşğulsan? Bir nücəli bir də bunu nəzarət olmayacaq ki, buna baxsın. Nə işlə məşğulsan? Nə edirsən? Nə eləmək istəyirsiniz? Niyə belə dağıntıcılıqla məşğulsan? Bu nə səviyyədir? Bu nə iş görürsünüz? Yəni biz onları ki, aradan qaldırmayaq ki, Azərbaycanda problemlər olacaq. Biz onları qanlayalım, amma nə eləməli? Bunu bir dənə yığılmalıdır. Konkret olaraq, mən açıq deyim. Konkret IMF verilməlidir, qapısı açılmalıdır IMF-ın. IMF-ın qapıları açılmalıdır. Bütün Azərbaycan konkret o keçirilməlidir. Yığma komanda formalaşmalıdır. Normal, adam kimi. Bunun gələcək, bunun budur. Bundan başqa gəlir. Ola bilsin, sabahlam IMF-ın yeri bir gözlü bir təşkilat. Hələ ki ona çatan bir təşkilat yoxdur, həvəskardır. Varsa bir adam, ona bilsin ki, olar ki, pajası o gəlsin. Konkret olaraq rəqabətə insanlar girməlidir Miravoyda. Dünya Babur çempionatına, ondan sonra bizim inkişafımızdır. Başqa cür bunun inkişafı yoxdur. Kim nə deyəcək, ancaq o neydən baxa bilər? Ancaq fərdi öz aspektindən baxa bilər. Fərdi öz pəncərəsindən. Məsələn ki, mən 3 dənə uşaq yetişdirirəm, 5 dənə uşaq yetişdirirəm, mən o pəncərədən baxıram. O pəncərədən o da düzdür. O baxır o pəncərədən. Amma biz ümumi baxmalıyıq ki, bu federasiya şəklində fəaliyyət göstərməlidir. Bunların getməlidir, nadirlikdə hər şey keçməlidir. Bunlar digər şəkildə formaları verilməlidir. Bunlar məsələn, təlim məşq toplanışlarında həmən federasiyanın idmançıları. Mən heç balacılar demək, gəzsər və böyüklərə bina eləsə yaxşıdır. Onların institut məsələsi həll olma, hərbi xidmət məsələsi, normal adam balası kimi Avropasından dünya çempionatına getməlidirlər. İndi görüm ona cavab ver. İşləməyən müəllimlər də məsələn işləməyən onlar ki, araşdırmalılar.
Yığışdırmalıdır məsələn. Bunun başqa yolu yoxdur. Bu nəsə fikirləşdiyi velosiped eləməyə icad edir. Bütün ölkələrdə buna keçib. Yəni belə başa düşdüm ki, O günlərim Ermənistanda idi. Federasiyanın prezidenti Brown Ermənistanda idi. İngilislərdir. Bunun işində başında onlar oturub. İngilislər, Amerikanlar oturub. yəni belə başa düşdüm ki, əgər bir yerə toplaşıb yığılmasa, yəni bir yerdən idarə olunmasa, hərə bir tərəfdə bir şey Bu keçsə, biabırçılıq. Bunun bir dənə olmalı ki, IMF konkret olaraq Azərbaycanda konkret IMF işləməlidir. IMF-a yol açma, IMF-in yolu açıq yoxdur. Bunu açıq sizə deyirəm. IMF-in yolları bağlıdır. IMF-in yolu açılmalıdır. Azərbaycan əməl konkret olan açılmalıdır. Onun dünya və Avropa çempionatına getməsinə imkan yaratmalı. Onun imkan vermirlər. O çox bir məhdud bir haldadır. Qırışa-qırışa, xahiş eləyirlər, dalaşa-dalaşa və minnətlə, xahişlə mı belə şey. Siz fikirləşin ki, udmançıların rəsmi Instagram səhifə qoyulmaları zülmlə, xahiş, bu boyda əziyyət çək, dünya çempionatında yer versinlər, onlara xahiş elə ki, onlara deyə qoysunlar. Story. Adam da prosta adam həyatdan nifrət edir. Deyə də bilmirsən, deyirsən deyirlər ki, adam sən özündə çək, amma diqqətlə ürəyin də ağrıyır da. Bu millət üçün başa düşən adamın ürəyi ağrıyır. Yəni bu boyda insan vicdansız olmur. O da hamısı da görür ha. Hamısı da qəşəng də görürlər, bilirlər hamısı. Və arxa planda bilərsən ha. Hamısı deyir ki, bilirik, güclüdür, bilirik belədir. Bir adam o sözü mənə deməyib ki, qardaş belə deyil, belədir ha. Hamısı da bilir. Amma gələndə işə qardaş başqasına verirlər, buna vermirlər, qalıb orta. Aydın amma o nəyə lazımdır? O şirk yığışılmalıdır məsələn. Bu bir dənə budur da qardaş, dünyada budur. Buna imkan verin, qoy Azərbaycan uşaqları iştirak etsinlər. Qoy birlikçi ilə əziyyət çəksinlər, evdə əziyyət çəksinlər, zaten getsinlər, buradan yaxşı uşaqlar aparaq, vuruşsunlar, görün. 4-5 ildən sonra görün nə uşaqlar var. Məsələni bağlayaq məsələn. bəs bu maneçiliyin səbəbini bilirsiniz içinə? Niyə bilmirəm ki? Niyə bilmirəm? Götürüb bir dənə məsələn 4-5 dənə bir dənə şey birləşdiriblər, bir dənə yerə birləşdiriblər. Elə bil ki, orada onun da içində bir dənə emma atıblar. O da orada emmanı elə görür. Nə? Başa. Emmanı elə aparır. Bu qalıb burada. Əsas emma qalıb burada. Əsas IMF qalıb burada. O da orada elə aparır. Dağıcılıqla məşğul. Niyə bilmirəm ki? O hamısı da yaxşı, məndən də yaxşı bilirlər. Mən yenə deyim, normal bir şeydə olsa mən hamısı adlarıyla deyərəm və mən onların hamısına deyirəm. Deyirəm kim Azərbaycan emmadan danışmasa gəlin çıxan podkast bir verilişə çıxan. Arxada danışmıram. Xalq qarşısına çıxan, danışan, millətin qabağına danışan, mən bütün arqumentlərin hamısının üzünə deyim və gətirim və arqumentlərlə gəlsinlər ki, gəlirsən bunu düz demirsən, düz deməyən yerdə deyəcəm, üzr istəyirəm, düz deyən yerdə davam edərik. Məsələn, bir dənə sizə nümunə verəcəm ad çəkmədən. Azərbaycanda Grefling Avropa keçirilmişdi, xatırlayırsınız. Mən getməmişəm açıq ora. Ondan qabaq Respublika keçirildi, çempionlar Avropaya buraxılacaqdı da. Mənim tanıdığım bir çempion ora qatıla bilmədi. Məhz Avropaya çıxmaq üçün də əlavə pul istəndi deyə. Sonra biz gələn Dağıstanlılardan soruşduq ki, siz məsəl üçün necə gəlmisiniz bura? O dedi ki, bizi qarşılayıblar da. Federasiya qarşılayıb, biz gəlib iştirak eləmişik. Amma burada öz ölkəmizdə keçirilən yarış üçün təzədən bir dənə də o da bir Grefling özü də bir yarış. Adımına deyir bizim uşaqlar Greflingdən yarışa buraxmırlar. Azərbaycanda Nadir var. Hə, tanıyıram. Nadirin komandası kimi Nadir idi, Maqa var idi, Məhəmməd Getdi, Turaldı. Bunlar mən inanmıram ki, Azərbaycanda kimsə olar üçün. Onlar bir nömrə uşaqlar. Bir dənə də orada balaca uşaq var. Nadirin yanına gəlib gedir, balaca çəki var ya ada. Adı yadımdan çıxdı, yaxşı Greflingdir. Miri də tutur belə. Balaca çəkidə, aşağı çəkidə. Adı üzr istəsən adı yadımdan çıxdı. O çıxır. Amma bunları buraxın. Bu nə xəstəlikdir. Bu cür sən gözlü uşaqları deyir Grefling. Mən soruşam deyir ki, bizi buraxmırlar. Niyə? Nə şəxsi simpatiya, nə bizi bunları niyə buraxmırsınız qardaş? Bu federasiya lap sənin o qardaş, bu sənin şəxsi deyil axı qardaş. Bax, mən sabahlar mən federasiya rəhbəri olum, lap mən məsəl üçün. Mən adama deyənmərəm, mən Şəhriyar Əhmədi Vəlini mən buraxmıram. Niyə buraxmırsan? Sən kimsən sən buraxmırsan? Sən ictimai birliksən, sənin funksiyanın cəmaatı qəbul eləməlisən. Necə buraxmıram? Sən məni buraxmaya bilərsən, bilirsən necə buraxmıram? Mən tərbiyəsiz ola bilərəm, xuliqan ola bilərəm, nə bilim, qaydalara poza bilərəm. Onlarla arqumentləşdirib sən məni buraxmaya bilərsən. Amma şəxsi sən mənə deyə bilməsən, sən güclüsən, mən səni buraxmıram. Bura güclərin yeri deyil falan belə. Biri deyə bilməzsən sən. Bunu mən deyə bilməzsən. Bu problemlər deyirsən orada da var. Başa düşdüm ki, bizə 2 dənə federasiya fəaliyyət göstərir. Bu IMF tərəfi ayrıdır. IMF ayrıdır. O tərəf o biabırçılıq oradadır. Hə, başa düşdüm. Amma təəssüf olsun ki, demək olar ki, bütün yollar da onlar üçün açıqdır. Onlar üçün yollar ölənlərin rəhmi, yollar açıqdır orada. İndi bizə də təzə bu ildən deyiblər ki, mən bunları danışmalıyam ki, bunlar bu yığışılmalıdır, bu bitməlidir bu. Bu biabırçılıq qurtarmalıdır. Siz də bunu işıqlandırın. Mən öz efirimdə də danışıram.
Bu bir abırsızdır, bunu yığışdırmaq lazımdır. Qardaş bu, baxın bu bəsdirin bu Azərbaycan uşaqlarını aparıb meşok kimi döydürdü, satdı. Vicdansızlar. Al buradan demə alçaqlar, vicdansızlar. Buyur. Narahat ol. Deyirlər ki, məsəl üçün, müəyyən yaşa gəlmişik və evə çörək aparmasaq, çörək başqa işlə məşğul olaq. Müəyyən qonorarlara görə gedib vuruşuruq. Onlar da bizə yol açır, nə bilim, və s. belə. İndi o yollar bağlansa, həmin o uşaqlar ki var, hamısı gedib başqa işlə məcbur məşğul olacaqlar. Çünki döyüş. Deməli o sahədə olan adamlar deyirlər. Yəni sən təhsil uşaqları olmayacaq, sən götür buradan adam meşok daşı. Bu olmaz qardaş. Heç bir məsəl ki, mən inanmıram heç bir Qazax, heç bir Özbək, heç bir nə bilim Dağıstanlı, nə bilim heç bir Gürcü, heç bir erməni vicdansızlar. Vicdanına sığıb o meşok daşımadı, öz uşaqlarını gətirib orada döyütdür. Mən inanmıram elə bir insan olur. Varsa da o adam vicdansızdır. O adam şərəfsizdir. O adam üzr istəyirəm. O uğraşlar şaqqalanmalıdır o uğraşlar. Bunlar vicdansızdırlar. Başa düşürsən? Onu heç bir eləməz. Heç bir əcdaf onu eləməz, amma bunlar eləyirlər. Bəyər bu olmaz axı belə şey. Sən uşaq, əlbəttə o uşaq sənə elə danışdı. Əlbəttə elə deyəcək ki, mən o səviyyənin şeyi deyil axı. O deməli o uşaqları düzüb qoşub gətirib onları reytinq eləyirlər. Nə bilim Şerdok, Merdok burada eləyirlər, onları gəçib burada yetişdirirlər. Bir dənə atırlar kimlərinsə qabağına. Bu olmaz axı qardaş. Sən baxırsan yəqin ki uşaq görmüsən də yəqin ki uşaqlar. Yəni olan fiziki yəqin ki durumlarını da görürsən də. İnsan və yəni orada olan bir Azərbaycan əsəbindən partlayıb tutub bayrağı alıb yerlər. Deyib ki, qardaş çıxartmayın, nə edirsiniz? Hələ mən şeyinə kimi deyib, topik kimi oğlanlar gətirir. Bu nədir? Bir mən Qazaxstanda olan bir dəfə Qazaxstana gedib uşaqları döymək istəyib Azərbaycanlıları. Ya qutarın bu nədir? Bura uşaq gətirirsin, bu bərbad halda uşaqları bura gətirirsin. Bir neçə də onları danlayıblar orada. Yəni belə momentlər var. Ona görə yəni bunların da kökü nədir? Həmən o konkretləşməlidir. Azərbaycan konkretləşməlidir qardaş. Yəni konkret olmalıdır ki, qardaş. Bir dənə normal bir dənə federasiya işləməlidir. Normal federasiya işləməlidir. İnşallah biz işıqlandıranda da, yəni müqayisə qoyacağıq ki, federasiyanın da işlərinə dərindən baxılsa, nazirlik tərəfindən və s. Yəqin ki, bu işə yekun nazirlik qoya bilər. O qoya bilər. Əlbəttə, bilirsən, bir dəfə məsələn buna çağırmışdılar. Təəssüflər olsun ki, orada çox adam allatdılar. Mən hamısına dedim ki, siz topikdəsiniz, siz ilişəcəksiniz, keçdiniz. Sonra da hamısı mən bir neçədən bir böyük səhv elədik. Bax ki, bunlar hamısı adlarla da açıqlayır. Çox səhv elədik. Seçimi düz eləmədi. Deyirəm, qardaş, bunu mən lazım deyil, bax, mən sabahları, bax, siz biləsiniz, mənim federasiya rəhbəri, bax, ki, belə, ağılın ucundan keçmir, indən belə də. Federasiya rəhbəri olun, bunu biləsiniz, ha. Yəni, belə, bu, mənim vitse-prezidentim mənə şey eləyiblər ki, yəni, olmalısan da. Ki, yəni, bu inkişafı orada oturub durmuşam ki, yəni, eləmək üçün mənim danışıqlarım da olmalı ki, yəni, mən məşğul olub danışa bilmərəm, mən anlamaq üçün olmalı ki, mən bunları qabağa eləmək üçün, komanda formalaşdırması üçün. Sonra görmüşəm ki, hələ də eləyək. Amma belə, sabahların bunu formalaşdırmaq, inanırsan, mən məşğul çəkilmək istəyirəm öz yerimə. Ki, mən məşğul olum, qardaş, mən komanda hazırlayım. Mənim enerjimi də almır. Biz potensialən, biz 20 ilin təcrübəsində bizdən istifadə eləməlidir. Mən ancaq məşqçilərin səviyyəsini çox aşağı görürəm. Mən fikirləşirəm ki, qarşıda mən məşqçiləri istəyirəm ki, bir yaxşı bir trening keçək. Çünki burada bir məsələ var, buna da toxunacağım. Deməli, bir də məsələ var ki, burada. Deməli, MMA-da belə bir şey var. Yerə aparmaq, yerdə saxlamaq. Bax, bunu yerə aparmaq, yerdə saxlamaq. Yerdən çıxmaq. Yuxarıda çıxmaq. Yəni, klinçdə olan vəziyyətlərdə çıxmaq. Yəni, bir neçə o pozisiyalar var da, məsəl üçün, aparanda necə vəziyyəti kontrol eləməlisən, tam necə pozisiyalara keçməlisən, ciddi pozisiyalara tutmalısan, altdakı adam necə o pozisiyadan çıxma, durmağa bacarmalı, necə verməlidir, yuxarıdan necə aparmalısan, yuxarıdan aşağı hissə, orta hissə, qol baş hissə. Yəni, bütün mən istəyirəm ki, bunların hamısını və şkola, bunları bir qoyaq. Mən bir neçə deyələri, bir-iki dənə verəndə, mən vermişik və uşaqlarını görürüm, uşaqları necə dəyişir. Komandanın uşaqları 190 dərəcə dəyişir. Orada da problemimiz var ki, çoxsu belə də qustarmır. Döyüş, geyin, vuruş falan elə. Bir dənə baxdı ki, biri belə triqonik, bu belə deyil. Bunu stoykadan düz aparmalısan, 30 liradan necə kontrol eləməlisən, necə çıxmalısan, vəziyyət necə dəyişir. Bunlar hamısı, bunun özü də bir əməli başlı bir sistem. Biz də deyirik ki, biz inkişaf edirik. Biz necə inkişaf edə bilərik? Onda düşünürük ki, bu sistem düzəlsən. Bu sistem o düzəlməsə, yenə də biz axsayacaq. Amma o düzəlməsə,
Ya bunu belə çıxır ki, planlı şəkildə aparırlar, kimlərsə, planlı şəkildə eləyirlər. Yəni düzəlmə. Ona düz eləyirlər. Bəli. Bunu planlı şəkildə eləyirlər ki, bu düzəlməsin, bu belə getsin, bu millət həmişə alçaq görək. Ona düz eləyirlər. Amma kim ki bu düzəlməlidir. Əlin vicdanının üstünə qoyub bu düzəlməlidir. Qardaş, bu normal qaydada çempionat keçirilməlidir. Və çempionat bəli 1-2 il əziyyət çəkəcək. Hamı gedəcək çempionat. Çünki orada fiktivli çempion. Bir də hamısını deyirsən 5 dəfə də belə çempion, 25 dəfə də belə çempion. Hamısı kimi deyirsən də. Amma sabahlamısan. Heç bir Azərbaycanda cüdayı, heç bir voley sərbəst güləşçi, heç bir boksçu yalandan deyəməz ki, mən Pakistan Azərbaycan çempionu. Deyə bilməz onu. Çünki bilinir ki, bu illərin respublikan kimidir. O deyə bilər ki, mənə sıxdılar, mənə nə etdilər falan. Amma deyə bilməz mən çempionum. Çempion hamı tanıyır. Bu ilin çempionları. Judoda da elədik, güləşdə də. Gələn ilin çempionlarını hamı tanıyırlar. Bu olmalı. Bu olmalıdır ki, bunun hamısı bilir, bu məsələ bitmə. Yoxsa bunu belə başını buraxıblar, sonra deyirlər ki, ay idmançı yoxdur, idman məşqçi yoxdur. Qardaş, bu şəraiti yaradın. Bunu bir dənə şərait üçün lazımdır. Bu var öz elinin olmur. Bunu bir dənə formalaşdın, qardaş, gedək. Özdən deyirəm ki, hər oğula gedib dünya çempionu ola bilərdir. Keçətdə bu, bu elə qoluma vurdum, getdim dünya çempionu. Belə söhbətlər yox. Yəni buna oğul lazımdır ki, illərin qoysun ki, oradan gedib dünya çempionuna yetişsin. Və onda da həmin məşqçilərin də qiyməti olacaq, həmin idmançının da qiyməti olacaq. Onda onları seçsən, onları hörmətlə yanaşacaqsan. Sən bilirsən kimlə söhbət gedir. Nədən söhbət gedir? Nə yollar keçib. Orada deyirsən 5 dəfə dünya çempionuyam. Yəni bağırdan görsən, bu da. Vəziyyət də budur. Əslində düzdür, o nəticələr var, müəyyən uşaqlar da var, amma cəmiyyət tərəfindən nə rəğbət görəni var, nə seviləni var. Belə başa düşdüm ki, əslində dəyərsiz görən insanlar deyil, yəni cəmiyyətimiz deyil, sistemin özündə. Sistemin özüdür. Sistemin özüdür. Sistemi sən normal işləsə, bu 100%. Yəni cəmiyyətin məsələn mən özüm nə işim var mənim orada? Kim gedir mən ora gedə bilərəm mən. Ora mən necə gedə bilərəm? Mənim bir dəfə dəvətə mən getdim gördüm ki, dedim bu nə qaydalar, bu nədir? Dedim mən bir də mən qələt eləmişəm, problema gələrəm. Dedilər bu bizim öz adını da çəkdilər rəhbərlərini ki, bu bizim qaydalar, bizim qaydalar. Dedim kim istəyir verirlər. Sən fikirləş ki, o qulda biri udub, bu birisi sən fikir gör vəziyyət nədir? Veriblər bu birisinə qəsdən verirlər. Bu birisi bu məşqçi gəlir, qardaş mənim uşağım udmayıb, qardaş. Mənim uşağım qardaş udmayıb, mənə vermir. Uşaq da deyir ki, qardaş mən udmamışam. Deyir yox biz eləməşik. Qardaş mən udmuşam. Nə məşqçi qardaş biz udmamışıq. Yəni gör vəziyyət nə yerdədir. Yəni bu çirkinliyi yığışdırmaq lazımdır. İndi məsələn Nadirlikdə olub o detalları yəni bilmirlər, orada gedirlər danışırlar. Bu detalları bu biabırçılığı yığışdırmaq lazımdır ki, biz normal qaydada bir adam kimi biz də insanıq da. Bir həyatda bir ömrümüz var, bir də yaşayırıq. Bir normal qaydada biz bunu eləyə işləsin, bizim uşaqlarımız vuruşsun, cəhənnəm biz onu görək. Mən onu görsəm, bir də mən siz efirinizdə bir şey demək istəyirəm ki, siz biləsiniz, buradan deyirəm. Heç vaxt Azərbaycanda, bunu yadınızda saxlayın. Heç vaxt mən Azərbaycanda Federasiya prezidenti bəlkə ola bilsin insanlar bunu ki, heç vaxt olmayacaq. Bunu da yadınızda saxlayın. Bax, mənim amal, mən məşqçi kimi davam edib, federasiya rəhbəri də olmaq istəmirəm. Bir də insanlar fikirləşir ki, bunu sizin efirinizdən deyirəm, bunu mütləq orada qeyd verirsən. Heç vaxt da federasiya rəhbəri olmayacam. Olmaq da fikrim yox. Qarşıda da, hətta mən o şanslar mənə deyil, mən bunu yadınızda saxlayın, deyin ki, o nə vaxtsa olsam, deyərsən, kişi, sən deyirdin ki, olmayacam, gəldin, oldun. Deməli, sənin nəsə planların var. Olmaq da istəmirəm, federasiya rəhbəri də qəti olmaq istəmirəm. Və biləsiniz. Bunu da deyirəm ki, mənim özümə şəxsən, birinci şəxs səviyyəsində, yəni ki, nazirlik səviyyəsində mənə deyilmiş ki, sən federasiya rəhbəri qoy, mən demişəm, yox. Mənə ehtiyac yoxdur mənə federasiya rəhbəri. Amma kaş ki, mən bilsəm, bunu elə ki, bu yola düşsün, geçsin də. Ümid edirəm, siz federasiya tərəfdə çalışmalarınızı, biz media tərəfdə çalışmalarımızı. Bunlar işləmir, bunu hamısı işləməliyik ki, məsəl üçün indi azdır, bizim idman jurnalistlərimizdə. Mən oyun gücüsünün verilişində də motivator bir rüfət dəvət eləmişdi. Orada dedim ki, veriliş, uşaqlar döyüşür, hər get uşaqların pis və yaxşı tərəfi danışılmalıdır. Mən məsələn pis vurmuşam, danışsan, danışmam mənə xeyirdir. Sən elə olsan, tamaşada hər şeyi görür. Nəfəsim dayandı, çatdıra bilmədim, uduza bilərdim, dəydim falan. Tamaşa ki, onu danışsa, sualları mənə versin, mən özümü yığışdıracam, düzəldim. Öyle tərif adamın evin yox. Tərif belə bir söz var, deyir, düşmənlər üçün, deyir, dost üçün, tənqiddir falan da dost üçün. Yəni sən düzəltməlisən özünü. Biz kanal fəaliyyətə başlayanda Azərbaycanda keçirilən turnirlərin yaxşı və pis tərəflərindən danışırdıq. Döyüşlərimizin performanslarından analiz edib danışırdıq. Onda isə sizin dediyiniz kimi öz səhvlərindən nəticə çıxarmaqdansa, hətta özü məhkəməyə verməklə belə təhdid edənlər var idi ki, sən özün oturmuşsan orada boş-boş danışırsan, biz belə.
Ya, ona Mən görə bilmirəm, bütün idmançılar bunu bilməlidir. Buradan deyirəm. Bütün idmançıdır, məşqçidir, menecerlərdir, matchmakerlər. Siz işləyirsiniz, siz və biz tamaşaçılarla sizin haqqında danışmaq deyil. Sən sabah onu burax, sənin haqqında danışma. Hı. İdmançı olma, məşqçi olma. Mən sənin haqqında nə edirəm sən? Sən mənə 15 gündə lazımdır. elə. Sən işlədikcə, çalışdıqca mən sənə səhv təqdim edirəm. Çünki o produktu mən baxıramsa, mən onu alıram. Ona pul verib baxıramsa, vaxtımı ayırıb baxıramsa, mən səni tənqid eləyə bilərəm, mən səni təhqir eləyə bilərəm. Elə. Qranik xəttləri keçə bilmir. Amma mən sənin haqqında bu hər bir şey deyə bilərəm. Səhvindir, düzündür falan bu sən mən məhkəməyə arasın get ver. Hüquqi dövlətlərdə get ver, ver görək nə oldu. Demək olar ki, insanlar şeyin içində deyirlər. Bax, vəziyyətə bax da. Bu başa düşmür ki, bu adamlar bu sizi inkişaf elətdirir. Bu sizi kimi adamlar bizdən danışmalıdır, eləməlidir. Məndən danışmalıdır, deyirsə bu mənə nə deyə bilər ki, emosional danışım da danışıram. Adam mən yazıq təkəm də, nə? Mən deyirəm ki, qardaş bu düzəlsin də, qardaş. Axı bu canımızı qoyduq, biz görmürük axı bunu. Deyirəm düzəlsin də bir adam çıxsın desin qardaş, yox IMF düzəlməsin, yəni IMF-ı düzəltmir. Mən deyirəm IMF düzəlsin, IMF-ın dalında bir dənə professional təşkilat düzəlsin zaman. Nə? IMF-ı da qutaran uşaqların sonluğu gəlib orada bitsin, orada karyeralarını gedib və onlar böyük təşkilatlara gedə bilsinlər. Bax, bu sistemli şəkildə bu belə qurulmalıdır. Sən mənə dinən ki, başqa bir formatın deyib, bəlkə ola bilsin, mən səhv eləyirəm. Deyirsən dediyinə gedək. O variant düzdürsə, seçim eləyək, ona gedək, ona istiqamətimiz gedək. Bəlkə ola bilsin, mən dediyimə də Quran ayəsidir, mən səhv eləyə bilərəm, düzəliş eləyək, sən dediyimə gedək, təklifin düzdürsə, ora gedək. Bəlkə mən orta tərəfi görmürəm də, ola bilər də insanım da. Doğru. Düz dərsin. Yəni orada elə. Mən emosional onu həqiqətən hiss edirəm. Bayaqlar gördüm onu sənin üzündə də hiss elədim ki, müəllim tonu qaldırıb get. Onu başa düşün. Yəni mən bundan fikirləşirəm, mən məşqçiliklə zövq alıram. Yəni, uşaq yetişdirməklə. Bir də hər bir kəsdə mənə elə gəlir ki, cəmiyyət dünya getdikcə bir şeyləri başa düşsə ki, hər kəs öz işi ilə məşğul olsa, dünya yaxşı inkişaf edir, ölkə də yaxşı inkişaf edir. Məsəl üçün bir adam 35 işlə məşğul olmuşam. Bir işlə məşğul olanda inkişaf eləyəcəksən. Rahat həyatı yaşayır. Bu məşqçilikdən mən zövq alıram. Bunun da özü mən bütün sirlərini bilirəm. Yəni, adam necə yetişdirmək lazımdır, adam necə udmaq olar, kimi necə udmaq olar, hansı səviyyə gətirib çıxartmaq, uşaq hansı səviyyədə. Hamısını gələ-gələ həyat bizim öyrədir. Mən də buna məşğul olmalıyam. Mən zövq alıram. Başa düşürsən? Mən dedim bu sistem qurulsun, qardaş, mən də rahat olum da. Mən də gəlim məsələn federasiya siyasətçisine yəni uşaq buraxım, deyileyim, uçsunlar mənim uşağımı, o plan eləsinlər, mən səhvlərin üstündə işləyim, düzəldim. Biz də zövq alaq da qardaş bundan da. Nətər yəni bizim bütün qonşu ölkələr. Ermənistan Brown getdi Ermənistan orada da müqavilələrə bağlıdır. Gürcüstanda 3-4 il Gürcüstan dünya çempionatı keçirdi. Gürcüstanda orada da deyildi. Orada da qardaş bir baxanda bunu yaxşı bir əlaqə saxlayın da bu qonşu ölkələr niyə burada var, bizdə yoxdur. Bunu deyin. Bunun da kökü budur. Əzizim. Bu olmasa yenə bilsən nətər deyim ki, yox ha, fərdi məşğul ola bilər. Yəni fərdi. Məsələn bizim bir uşağımız UFC-də Ultimate Fight deyildi də. Məhəmməd Osman. Maşallah oralarda da konsert verir orada. Amma aktiv uşaqdır da. Mənim elə fərdi uşaq gedib çıxa bilər. Yəni bir nəfər fərdi kimsə də elə bilsən onun üstünə işlədilər falan elədilər belə. Uşaq getdi düşdü. Siması da qəşəngdir falandır, efirə də yaraşıqlıdır falan. Gedib düşüb də şou da göstərir orada. Reality şounun içində oranın hər şeyi alıb əlinə. Mən görürəm, mən də baxıram. Arada çıxır qabağıma görürəm. Yəni elə amma bir də var ki, indi bunu biz kütləvi şəkildə eləsən olar. Yəni ki, kütləvi şəkildə də qardaş buna heç nə hesab edilmir. Bu var da bu sistemdə. IMF qurulur, sonra da bir professional təşkilat qurulur. O IMF-dan çıxan uşaqlar burada var. İndiyənə kimi uşaqlar hamısının başını bırak gedir. Yəni o gördüyün odur. Yəni indi mən deyib barədə yox deyəndə, təkli uşaqlar belə var. Məsələn Əli var. Əli də deyir, qaqraz, onun müsahibə almasın. O uşaqlar hamı, onlar görülüb bir kere iştirak edib. Evdə bizim professional təşkilat. O yaşda sən mənə adamlar deyir, görüm kim var. Onun yaşı neçədir? 23, 24, 21. O yaşdan məsələn mən adam adı çəkə bilər, 10 nəfər adam adı çəkə bilər. Yox. Əslində indi onların dövr. Tofiq qutarırlar, Nərman Geyir. Vüqar yəni sonlanma, Rafaela bunlar sonlanmaya doğru gedirlər. Biləsən. 3 il, 2 il, 1 ilini gedişatda göstərəcək də. 4 il laf olsun da. Onlar sonlanmaya indi bunların podiumu gedir. Amma sən mənə adam adı çəkə bilmirsən. Bir dənə Əlidir. Əlidir. Amma sizin məndə Anar vardı, 61. Əzizdir. O da yaxşı. Olmadı, adı belə təşkilat olmadı. Biz Lübiteli onu, o əslində Lübiteli vuruşmalıdır. O Lübiteli vuruşub biz onu professional çıxarsa, o başqa səviyyədə çıxa bilər. Getdi, vuruşma, dayandı. Amma bunların da kökündə o dayanır. Onlar biz onları Lübitel gətirsək, o Lübiteldə inkişaf edir və sonra professional təşkilatda. Qazaxstana baxda nə qədər döyüşçülər var. Çox. Dağıdırlar. Burada vuruşan uşağı gördün nə konsert verdi.
Qazax UFC-də. Nə? Asılma. Bu ölkənin də reklamıdır. Özü də onlar öz təşkilatlarında belə vuruşduqca həyatları dəyişir. Rifah səviyyələri milyoner kimi olur. Qardaş, hə. mən sənə bir söz deyim. Qardaş, bu cəmiyyəti bizim şey eləməlidir. Sən kimə, bax məsələn mənəm, həmən imkanı şəxs mənəm. Mən burada yalan, mən fiktiv şeyləri mən burada görürəm. Mən nətər ona kömək eləyim? Onun nə vidi var, nə fasonu var, nə gizli var, nə gizli. Onu mən necə kömək, o imkanı da necə kömək eləyə bilərəm? Amma indi Əli Quliyev kimi, bax məsəl üçün elə onu kimi rəqabətli uşaqlar olsa, onların burada PR-ı bilsən nədir? Azərbaycan sən heç dedim, Əli Quliyev öz səviyyəsində 3-4 dənə o səviyyədə uşaqla vuruşsa, o burada ulduzdur. Azərbaycanda ulduzdur o uşaq. Mən o vaxt bura akşam gətirdim, gördüm, xoşuma gəldi o uşaq. Əllərdə çox qəşəng uşaq. Mən dedim ki, o yaxşı uşaqdır. Amma yoxdur. O səviyyədə uşaq. Onu döyüşə mən də gedib baxaram. Mən elə uşaqlar olsa Azərbaycanda, mən mütləq gedib ona baxaram. Yarış olsa mən mütləq bilet də alıb mən o uşağın gedib yarışına baxaram. Amma sən o bizim balalarımızı gətirib o səviyyəyə qoyublar. Ona kim bilirsən, onu hara çıxardasan onu? İndi açığı danışaq da qardaş. Hara qoyasan onu? Kimə, necə eləyəsən onu? Amma sən Əli Quliyev sastoyatelli uşaqdır, danışığın, o yolu keçmiş uşaqdır. Gör onların sayları onlarla olsa, Azərbaycan səviyyə nə olur? O da fərdiliyə bağlıdır. Akşin onu tək yetişdirdi, fərdiliyə. Amma bu olmalı, kütləvi şəkildə olmalıdır. Kütləvi şəkildə olmalıdırsa, onun da effekt olur. Kütləvi nədir? Lübitçi, həvəskər biz vuruşuruq. Həvəskərin sonra biz gəldik. Biz orada vuruşandan sonra bizim Azərbaycanda profesional təşkilat olan orada vuruşur. Oranın da işi. Yəni də bunu deyirəm, bir açacaqlar indi Azərbaycanda. Yəni də bağladılar. 5-10 adam fırlanır onun başında. O da bir bədbəxtçidir. Aç qapını. Kimlər var? Aç Azərbaycan uşaqları vuruşsunlar. Və fərqi yoxdur. Kimə potensiallı uşaqlar Azərbaycan uşaqları ver. Qıraqdan gələn uşaqlarda qardaş imkanlaşdırın, xaricdən gətirin, burada Azərbaycanda vuruşdurun uşaqları. Azərbaycan uşaqlarının rekordları qalsın. Sonra Azərbaycan uşaqları, mən istəyirdim o vaxtı, çox adam düz başa düşmürdü. Tofiq Ənərman yaxşı vaxtı, mən istəyirdim onların döyüşü olsa Azərbaycanda. Biz bunun haqqında bir neçə də danışmışam. Mən onu çox adam başa düşmürdüm. Mən istəyirdim ki, bunlar bir-birinə toqquşsun ki, Azərbaycanda məsələn sirkələnsin. Ona reaksiya verəcəklər. Fərqi yoxdur, onlar kimsə udursaydı, ondan sonra onlara revanş da baş verəcəkdi. O çox maraqlı olacaqdı. Mən Vüqarla, mənim beynimdə Vüqarla, Ramin bizdə Sultanov var. Mən onu qoyum. Onların ikisini qoymam. Mən bu kartı mən Vüqarla məsələn onu qoymaq istəyirdim. Sonra orada Mehman var. Mehmanla mən fikirləşirdim. Emin Hüseynovu qoymaq fikirləşirdim. Yəni mən elə bir də fikirləşirdim ki, Azərbaycan uşaqların bir-birinə bulavırsa, mən sənə bir söz deyim. Gəl belə deyənə. Liboy biz zalı doldurardıq. Elədir. Liboy zalı biz doldurardıq. Məsələn, gimnastika arenasını biz doldurardıq. Azərbaycan uşaqları, o səviyyədə uşaqlar biz vuruşdaq, biz o zalları doldurardıq. Onda da həmin Azərbaycan uşaqlar, sən dediyin, onların sponsorlarda üzə çıxmağa gələcək. Onlar müəyyən içki şeylərin üzvləri olacaqlar, enerji içkilərin üzvləri olacaqlar, olan sponsorlar, geyim yerləri o səviyyədə. Yoxsa sən gətir o səviyyədə yalandan fiktiv uşaqlar, həmin ona kim pul verər, qardaş? Ona kim dəstək olar? Onu kim öz şirkətinə üzv eləyər? Deməyim odur ki, Azərbaycana keçirilməsi üçün indən belə Azərbaycana təşkilat yaranmalıdır. Sonra Azərbaycana müəyyən səviyyə uşaqları, həvəskarları çatdırıb, o həvəskarlar bir-birinin arasında vuruşub. Ondan sonra bunlar, mən o vaxtda Tofiq görəndə, o belə pul qazana bilməm. Mən deyirdim ki, siz bunların pul qazanması üçün bunlar bir-birinə vuruşma. Ondan sonra siz pul qazanmağa başlayacaqsınız. Bu olmasa, sən bunu gizlətə onu görürsən, bir şey yoxdur. Bir baxın, şeylər, Qazaxlar hamısı bir-birinə var. Çikinə vuruşmurlar, hamısı deyirlər ki, vuruşmursunuz, azadsınız. Hamı vuruşmur, onunla vuruşmur, bununla vuruşmur, çünki güclü onunla vuruşmur. Hamıdan qoyular qabanı ki, vuruşmur, hamısı da vuruşmaya başladı. Məsələ bax budur, bizdə də biz ona gəlməliyik. Bizim də çox ağırdır. Mən istədim ki, biz yerlə süründük. Biz çox pis vəziyyətləri bilmədik. Bizə vaxt lazım, 3-4 il bizə vaxt lazım, biz onu qaldıraq. Bizim vəziyyətimiz çox ağırdır. Çox gözəl söhbətdir, ara bir emosiyalar və s. olsa da. O bizim inşallah biz o səviyyəyə gələk çıxaq ki, biz rahat danışa bildik. Vəziyyətimiz odur. Mənim emosiyalarımla bizim MMA-in vəziyyətidir ki, mən məcburam ki, mən belə emosional olum danışım. Mən belə danışa bilmirəm, rahat danışam. Amma inşallah mən arzu edirəm ki, bir müəyyən vaxt onlar düzəltib, biz də insan kimi çıxıb, yəni bir rahat, bir sərbəst olaraq müsahibə verə bilərik ki, rahat-rahat danışa bilərik ki, başqa işlərdən danışa bilərik. Amma biz bu problemlərdən danışmalı deyilik. Bu boyda Azərbaycanda UFC keçirilir. Evet, biz də inşallah üzərimizə düşən eləyəcəyik, maksimum yayacağıq. Siz də əlinizdən gələni eləyin, paylaşın, dəstək olun ki, bu şeyləri hamı bilsin və biz nəyisə dəyişməyə nail ola bilək. Çox təşəkkür edirik, bizi qəbul elədiniz.
Bu Teti Fight'da. Bəli, bu Tetafay şəhərdəki mərkəzdəki zaldır. Bəli, çox gözəl zaldır bu arada. Kimin həvəsi varsa, yəni gəlib yaxınlaşa bilərsiniz müəllimə. Belə təşəkkür edirəm. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol.